Mən deyirəm, ölkəmizdə yansın elmin çırağı. Həmişəlik, üzr istəyirəm. Mən deyirəm, ölkəmizdə yansın elmin çırağı. Həmişəlik söndürülsün cəhalətin ocağı. Hər tərəfdə mədəniyyət sarayları tikilsin, xiyabanlar genişlənsin, tramvalar çəkilsin. Hə, bir yadın bir tikəz şeirindən üzr istəyirəm. Bir ləhzə muzik bir daha çalındı. Salamlar və saygılarımı sunuram siz hörmətli əzizlərə ki, bizim otaqda varsınız, Tarix Ədəbiyyat Klubunun sahiblərinə də vaxı. Və təşəkkürlərimi bildirirəm əziz ustadıma, hörmətli Rəhim bəy Ağbayraq cənablarına. Və təşəkkür edirəm Məhnaz xanım, Döktür Məhnaz İslamidən ki, bu gün də otaqda bizlə bərabər olacaq. Bəlkə otaqda da bizlərə yardımcı olar. Tanıyırsınız hörmətli Döktür bəy, amma yenə bəlkə bizə bir təzə qatılanlar olalar. Bizim millətimizin çox dəyərli yazarı və mühəqqiqi Sümeyşinasi və İran və Azərbaycan əski tarixi və İran tarixinin yazarı və mühəqqiqidirlər. Tarix olaraq bu gün yekşənbə günün Azər ayının 11-i 1403 bərabərdir desambr ayının 1-i 2024 ilindəyik. Hər zaman bilirsiniz otağımız 3 bəxşidə gediləcək. Ay Döktür Rəhim Ağbayraq öz səhifələrində bu 3 bəxşi ki, hansı mövzular vardı dərc eləyiblər. Mən də otaqda üstə ping eləmişəm. Elə üstünə vursaz mütməyyən keçib orada farsça در واقع oxuya bilərsiniz ki, mütəli olasınız hansı mövzular olacaq. Amma mən əvvəl bəxşin mövzularını deyirəm. İkinci bəxşidə ki, Döktür Rəhim bəy bir eləyə bilərəm. İkinci bəxşində mövzularını sizə deyəm. Amma ilk bizim bəxşimizdəki hansı mövzular olacaq? Komünizmin qlobal kontekstləri bağışlayın. Bu gün biraz ixtilal icad olub. Mənim telefonum bir ləhsə zəng vurdu. Komünizmin qlobal kontekstləri və dünya müharibəsinin daxili prosesinin təsiri. İki pəhləvinin fitrəti haqqında danışılacaq. Bir mövzumuz da niyə cəngəl qiyamının tərif edirlər, amma Azərbaycan qiyamını pisləyib və töhmətləyirlər. Biz bu ilk bəxşidə bu mövzulara hörmətli Rəhim bəy toxunacaq. Mən ikinci bəxşində daha onda sizə qəraət edirəm. Zamanı əldən vermədən Döktür Rəhim Ağbayrağa maykı verirəm. Əgər xanım Döktürün söhbətləri olmasa xanım Məhnaz. Xanım Məhnaz, sizin söhbətiniz var? سلام. Buyurun. Sadəcə salam ərz eləyirəm və çox təşəkkür edirəm Kimya xanım. Xidmətinizdəyəm əlimdən gələn qədər otağın idarəsində. Çox təşəkkür edirəm. Buyursunlar ay Döktürcülər. Salam, hər vaxtınız xeyir olsun inşallah. Mən sanıram ki, bu günün bəhsi daha cəzzab olacaq. Həm otağın müdirlərinə, həm minlər nəfəri ki, soralar bunları podkastda, Telegramda qulaq asırlar. Onlara da salamım vardı. İnşallah ki, çox diqqətlə qulaq assınlar. Bəlkə çün 21 Azər yaxındır və buracan çox təhlili surətdə bu məsələlərə biz yetişməmişik. Bəzən çox səthi ya şüari bərxurdlarımız olubdur. Amma əgər biz tarixə dərs ünvanında baxmasaq, yəni ondan dərs almasaq, o millət məcburdur tazaşdan onu təcrübələsin, həzinə versin, qan versin, can versin. برای اینکه belə bir ittifaq düşməsin, lap yaxın bizim olay ya ittifaqı ki düşübdür Azərbaycanın öz haqlarına çatmaq yolunda. Bu da pişəvərinin qiyamı idi. Əlbəttə pişəvərinin qiyamının ətrafında çoxlu sözlər vardılar. Bu gün gecə hər bir baxışdan biz baxacağıq buna. Biz dəlail bu ki, bu niyə utdi, niyə utuzdi, haralarda bunun yanlışı var idi, bunlara da bir çatacaq. Amma məhvəriyyət Məhəmməd Biriyadır. Niyə Məhəmməd Biriyanı intixab eləmişəm? Yəni bu kölgədə qalan fərdi ki, təqribən heç zaman bu cür diqqətlə ona yetişilməyibdi. Məhəmməd Biriya Hacı Qulam Baqirzadə Nuhunun oğlu. Bu bir şair üzünə çox tər təvəccüh olunubdur, yəni şeirləri deyilibdir. Amma bu iki məğzi mütəfəkkir
bu cəryan kim idi, kim yola saldı və nələr oldu ki, bu eləyə bilmədi Tazaşdan geysin, bu nehzəti bir nəticəyə yetişsin və Rusların bunda nə ilgisi var idi, nəqşi var idi, biz buna çatmamışıq. Mən sevirəm ki, bir yadan bir şeiri başlayam ta o biri yoldaşlar da çatsınlar və bəhsə varid olaq. Nə azadəm bu aləmdə, nə əldə ixtiyarım var. Nə qüssə əl çəkir məndən, nə dildə bir qərarım var. Qəfəsdə saxlamış zalim, fəğanımdan alır ləzzət. Təsəvvür eyləməz gün tək münəvvər bir şüarım var. Dilim bağlı, gözüm bağlı, qulağım kar. Üzüm gülməz günə həsrət qalan gülsüz, səfasız laləzarım var. Neçün mən olmayım məhzun, ürəkdən etməyim nalə, hər addımda müəyyəndir, qazılmış bir məzarım var. Ölüm xoşdur, çıx ey ruhum bu cismi natəvanımdan, nə təslim olmağa meylim, nə dəhrə etibarım var. Zavallı xəlqinin dərdin gərəkdir birya çəksin, bu yolda qanıma batsam, böyük bir iftixarım var. Əgər biz istəsək birya, bu məğzi mütəfəkkir, mən hala niyə deyirəm məğzi mütəfəkkir? Bunu müxtəlif fəktlərə görə mən dayanıram, bunu deyirəm. Yadımdadır biz uşaq idik, bu Abbasdan, Xan qardaşımla əl-ələ verərdik, gedərdik mədrəsəyə. Bir qoca kişi oturardı oranın ağzında, ona indi pis yaxşı bağışlayın, huşsuz İbrahim deyərdilər, huşsuz İbrahim deyərdilər və Almanlılara bir söz deyəndə bu durardı, daşla qovalardı milləti. Yəni millətin içərisində iki dəstəlik var idi. Bir quruh bu cəngdə Almanları tutmuşdular, bir quruh rusları tutmuşdular. Təqribən demək olar faşisti bir baxış olanlar, onlar ki, çox tər ingilisə mail idilər, onlar ki, çox tər ariyayçılığa mail idilər. Bunlar çox tər Almanı tutmuşdular. Və o zaman ki yetişmişdi bu Qafqaz dağlarına Rusiyanın ordusu, Hitlerin ordusu. Heç kəs fikirləmirdi ki, bu sına, yıxıla və dayanıla bilər. O zaman bu rəhmətli Qayə Həmid Mollazadə bu tərbiyyət ağzından biraz ailə bir kitab furuşçusu var idi. İttifaqən mənim qardaşımın da bu Pusterin ilk dəfə o çap elədim. O Səttarxan Pusterin ki, aşağıda qoşun var. Bu təriflir ki, bir gün ondan qabaq biriyə ki məsxərə elərdilər, deyirdilər ki, və bu nə cürsün oldu, sizin ordunuz, yəni Rus ordusu. Çünki bunlar da bunun tərəfdarı idilər. Dayanıbdı, utuzacaqdı, bunlar gəlirlər, İranı da alacaq Alman. Bu dedi ki, sabahdan qurtulacaq da oracan idi. Və deyir, dəqiqən sabahasından bu ordu başladı şikəst yemağa, Hitler başladı şikəst yemağa və dalı çəkilməyə. Mənzur budur ki, bunun bu cür biyneşi var idi, baxışı var idi. Necə ki, burada o zaman ki, biləxərə ordu boşaldı, yəni o qızıl ordu, ərtəşi Sorqaya, Şurəvi çəkildi dalıya. O zaman israrları var idi bir tədad əzmləri, pişəvəri ki, burada gərək savaşaq, müqavimət eləyək. Bu yenə açıq baxışı var idi. Bu bilirdi ki, onların hava peyması var, Amerikalılar bunlara yeni silahlar veriblər, kamyonlar veriblər və ona görə deyildi gərək biz tərki mühasimə eləyək, savaşdan çəkilək və eləyə bilək bir yol tapaq ki, öz mövcudiyyətimizi qoruyaq. Yəni bu cür baxışları var idi bunun. Hətta o zaman ki, Ağay Pişəvəri məsələn sədri bu təşkilatı ki, Azərbaycanda çi kargərlərin olaydı, çi Birlik İttihamiyyə, zəhmətkeşlərin İttihamiyəsi olaydı. Bu biriyə idi ki, bu böyük bir təşəkkülü yönətirdi, idarə edirdi. Bir gün Kibrit Saziş Şərxanasını eləyə bilirdi, etisaba vadar eləsin və oranı əslən işğal eləsinlər. Bir gün gedirdi Nəxrisiyə, oranı ala bilirdilər. Tamamilə bu işləri görürdü. Pişəvəri də buranı tərk eləyəndə məsuliyyəti Tazaşdan tapşırdılar bu firqənin başçısı olaraq biriyə. Amma Biriyanı o qədər mən güclü və o qədər qüdrətli bilirəm. Nə tək şeirləri ki, şeirləri bir ordu idi, bir ləşkər idi. Eləyə bilirdi cəmaəti ayağa qalxızsın. Bu çıxırdı əslən çarpayını qoyurdu, çıxırdı bir meydanda, bir xiyabanda və o gecə ki, bir ittifaq düşmüşdü, ona görə bir şeir deyirdi. Və mərdum nə qədər bunu sevirdilər.
Yani bunun şiirlərini hifzləyirdilər. Hətta o zaman ki, bu vəzir maarif olmamışdı, öz dilimiz vəziri fərhəng olmamışdı. Hətta o zaman da bunun qəzetələrdə, ruznamələrdə çap olan şeirlərin kiçik uşaqlar bunları əllərdə gətirirdilər. Uşaqlar özləri də bunun şeirlərini hifzləyirdilər, xiyabanlarda səsləyə-səsləyə bunun şeirlərini oxuya-oxuya gedirdilər. Cəmaətin də xoşu gəlirdi. Çün həm satirik, təns şeirlər deyirdi, həm eləyə bilirdi ciddi, həmasə şeirlər desin və nütqü çox yuxarı, bəyanı çox güclü eləyə bilirdi. Ürəkdən bu şeirləri hərarətlə desin və milləti təşviq eləsin, yəni milləti oyatsın. Və bizim Azərbaycançılığımızda və millətimizin oyanmağında Biriyanın böyük payı var, böyük rolu var. Necə ki, əslən düz yerə bu intixab oldu. Yəni vəzir maarif olmağı ki, bu eləyə bildi danışgahı icad eləsin, o riştələrindən bütün kitablarımızı bizim eləyə bilsin, çox az qısa zamanda ana dilimizə çevirsin. Yəni dükanların adın hamısı bu Biriyanınki idi, Biriyanın nəqşi, səhmi idi. Mən ona görə Biriyanı seçdim və intixab elədim. Bi xatirə bir ki, əslən bizim şahçılığımızda türklər 2000 ildən artıq İranı idarə ediblər, hakim olublar. Biz baxanda görürük bunlar ya şair idilər, ya zərifə bir işlər görürdülər, incəsənət işləri görürdülər, ruhları zərif idi, ya Quran hafızı idilər, ya divanları var idi Cahanşah Həqiqi, ya keçən bizim bəhsimizdə Şah İsmayıl Səfəvi kimi. Ya əslində Nasirəddin Şah kimin həm əkkasdır, həm şeir deyir. Mən o şeirləri ki, hətta farsda deyibdi və indi təranə musiqi olublar. Bunlardan mən qabaqcamın post vurmuşdum. Və biz baxırıq görürük, hətta Ağay Pişəvəri özü roman nevisdir. O qədər güclü bunun qələmi var. Nə tənha bir məsələn siyasətmədardır, nə tənha bir köhnəkar, məsələn kommunist idi o zaman, bəlkə birdən Nadirə kimi bir kitab yazır. Ya yaddaşt‌های از زندان مثلا oxusaz bunun qələminin o rəvanlığını eləyə biləsiz. Görəsiz nə qədər məqalələr, nə qədər mübarizələr eləyibdi azadçılıq uğrunda. Amma vaxtı biz kommunizm kəlməsini gətiririk, kommunizm kəlməsi gələndə elə bil məsələn bu kommunist olubdu, Allahsız olub, dinsiz olubdu. Bu da bir islah pəzir, yəni bu gündən gərək biz bunu çevirək. Biz bunu gərək dəyişdirək. Bunu əslində məllaklar, yer sahibləri, xanlar, onlar ki zülm edirdilər, kəndinin qızın əlindən çıxardırdılar, əsləhələri var idi, döyürdülər. Malın əlindən alırdılar, namusun əlindən alırdılar. Bu xanlar kəndlərdə böyük feodallar, yer sahibləri, bunlar ki əkincini əziyyət edirdilər. O zaman ki Pişəvəri gəldi və bunlar qaçdılar Tehrana, hamısı dağıtdı, bunların yerlərini payladı. Onlar gəldilər bu sözü saldılar arıya. Bir tədad da bizim bu mallalar idi ki, onlar da elə feodal idilər, onlar da yer sahibi idilər. Onlarla birlikdə bunları təkfir elədilər ki, bunlar dinsizdilər. Mən faktlərlə bu gün deyəcəyim ki, belə dərdi. Məsələn, bu ağay Biriyan özü əslən namazı heç tərk olunmazdı. Bu vaxtı Şamaxıdadır, tərəf tərifləri bu videosu müstənəd Bakıda vardı. Mən eləyə bilirəm sonra bunu qoyam kanalımda görəsiniz. Şamaxıda bu şair deyir ki, mən axşam idi getdim, dedim bu namaz dedilər namaz qılır, dayandım ki namazı qurtulsun. Mən bundan danışam. Amma namazı 5 dəqiqə, 10 dəqiqə, 20 dəqiqə, 1 saat, 2 saat çəkdi. Mən 2 saata müntəzir qaldım. Sonra namazım qurtardı. Dedim ki, müəllim, axı sizin bu belə namazı niyə belə 2 saat uzuna çəkdi? Dedi, o zaman ki, məni ruslar salmışdılar. Məsələn, Qəzzaqistanda mən zindanda idim. Mənə icazə vermirdilər namaz qılam. Yəni qoymurdular mən namaz qılam. Onların qəzasıdır qılıram. Siz belə bir insanı nə cür eləyə bilirsiniz? Deyəsiniz, məsələn, kommunist Allahsızdır. Bu sözü saldılar ki, zehniyyəti ki, insanlar ki, İranda dinə çox ərziş və ehtiram qail idilər. Bunlar hər hal sünnəti şəkildə bu inanclar millətin, toplumun vücudunda var idi və hər kəs ki buna zaviyyəsi var idi və bu o damarı eləyə bilirdi dəbəssin. Bu çox gözəl söz idi ki, gəlsinlər, yapışsınlar bir nöqtədən ki, desinlər bunların kommunistlərin Allaha etiqadı yoxdur. Bəli, materializmdə bir baxış vardı ki,
Vəli vaqiət budur ki, elə komünizmin içində Məsihiyyət etiqadları vardı, İslam'a da etiqadları olan komünizm در واقع bir dənə qalibdir. Nə bu ünvanı dindir ki, bunu gətirdilər, bunun yerinə qərar verdilər. Əgər biz istəsək bunun köklərinə baxaq, ona görə mən bunu 3 bölüm eləmişəm. Yəni biz əvvəlcən gərək gələk baxaq görək dünyanın gedişatı nə cürsünə idi, nə siyasətlər dünyada gedirdilər qabağa ki, bu ittifaq düşdü. Aya bunlar kommunisti intikhab elədilər, məktəbi kommunizmi bunlar intikhab eləmədilər. Xəlil Məlikli qəşəng bir söz yazıbdı ki, kommunizm bunlar intikhab elədi. Yəni ayrı bir yol yox idi mübarizəyə. Bunlar kommunizmi təcrübə eləməmişdilər. Dünya əslən təcrübə eləməmişdi. Fikir edirdilər, bəli, bu Mədini fazilədir, o behişti ki, vədə verilib odur. Çox cəzzab, çəkici, dilruba nəzərə gəlirdi. Elə ki, biz görürük məsələn Bertrand Russell kimi, ya məsələn Bernard Shaw kimi, ya məsələn Jean-Paul Sartre kimi. Bunlar hamısı ki, dünyanın böyük əndişmənləridirlər. Amerikada, Avropada. Bunlar hamısı da bu tora düşmüşdülər. Onlar ki, kitab oxurdular, aydındılar. İndi biz burada nə intizarımız var idi? Üçüncü dünyada nə intizarımız vardı ki, uymasınlar. Vaxtı onlar uymuşdular. O behişti ki, o rəstqarlıq ki axtarırdılar. O rəstqarlıq bir dənə sərab idi. Kommunizm indi gedibdi tarixin zibil qabısına. Mən də əgər bəs kommunizmdən indi danışıram, çox açıq danışa bilirəm. Da mənə də müttəham eləyə bilməzlər ki, bu kommunizmdən dif elədi. Çünki dediyimiz kimi bu gedibdi zibil qabiyə və heç olubdu xoşbəxtanə və bir batil bir məram idi və indi biz bundan rahatlar danışa bilirik. Şayət bunu məsələn 60 il bundan qabaq istəsəydik danışaq, biz də müttəham olardıq ki, bu dif eləyir kommunizmdən. Əgər biz baxaq Azərbaycanın vəziyyətinə, xop dediyimiz kimi o zaman Kullu dünyada bu bir dənə taza bir əndişədir, taza bir fikridir. Vədə verirlər, təbəqəbəndlik edirlər cəmiəni ki, bunlar məsələn təbəqə proletariyadır, bunlar məsələn təbəqə feodaldır, burjuvadır. Bu cür təbəqəbəndlik edirlər ki, bu təbəqəbəndi iştibahdır. Bu bölünmə, ayrımçılıq iştibahdır. Çünki hər toplumun, hər cəmiənin fərqli bir təbəqələri vardır ki, bu kommunizmin böyük iştibahlarındandır. Qeyr az bir ki, dünyada bu cəzzab bir əndişədir. Bizim İranda da siz baxsız görürsüz 1320-də Rza Şah qaçır. Rza Şah minir bunu qoyurlar gəmiyə, qaçırdırlar və deyirlər ki, sən ki almanlılar gətirmisən işlətməyə və bunları ehtimalən təmayülün var və bizim sən bəşli nökərimiz idin və gərək ingilisin sözünə qulaq asaydın. Bunu qoyurlar kənara. Qabaq biz bəhslərimizdə biz buna çox işarə elədik ki, Frouğunun nəqşi nə mənə idi və nə mənələr istəyirdilər. Bunun getməyi diktatorunun çökməyidir. Çün Rza Şah gələndən böyük müsibətlər gəldi. İndi o əhməqlər ki deyirlər Rza Şah ruhəşşad, Rza Şaha bilmirlər nə canavar idi. Bilmirlər, tanımırlar bunu ki, əvvəl bunun elamiyəsi hesablayın biz məşrutiyyətdən ötürü bir belə qan vermişik, təlaş eləmişik. İndi istəyirik yetişək bir azadçılığa, demokrasiya. Rza Şahı gətirirlər, musəllət edirlər və xəfəqan yaradırlar. İlk bunun elamiyəsi nə mənə ilə başlasayaqçıdır. Yazıb hökm elirəm, hökm mikonam. Hökm elirəm ki, ruznamələr bağlasınlar qəzetələr. Hökm elirəm ki, bütün bilmirəm hizblər bağlansınlar. Hökm elirəm bütün hər yeri, bütün o fəzaların hamısını bağlar. Və bir bütün azadixahları, bütün çalışanları atır zindana, salır dostağa. O dostaq ki, orada Pezeşki Əhmədi vardı, hava ampulu vardı, gətirib bunlara damarlarına hava vurur və bir bunları səssizcə öldürür. Öz adamlarına da, hətta fars şairlərinə də, məsələn Fərrux kimin adama da rəhm eləmir. Onları da aradan aparır. Bu canavar, bu savadsız bir canavar ki, dəstamuz bəxşliyin itdi və gətiriblər tamamən bunları yer verə. İndi biz məsələn durmuşuq fikir o bir dənə böyük bir naci idi, qəhrəman idi, İranı mütəhəvvil edir. İran mütəhəvvil olurdu, məşrutiyyətdən qəşəng gedirdi qabağa. İttifaqən bu xəfəqan yaratdı və siz istəsəz bunu bizlərlə tanıyasınız, elə yaddaştهای زندان پیشوری یا اصلا o 53 nəfər Ələvini məsələn 53 nəfərin kitabını oxusaz görəsiz nə fəcai var idi bunun zindanlarındakı zindan qəsrdə nə ittifaqlar düşürdü. Misal
O zaman ki bunu yola salırlar getsin və üst tərəfdən ruslar gəlirlər, aşağı tərəfdən ingilislər gəlirlər, İranı iki yerə bölürlər. Bir qismətində bu qalacaqdı, bir qismətində hələ bu qalacaq, görək nə olsun. O zaman bir fəzai yaranır, bir azadçılıq fəzai yaranır. Biz bunu məsələn 1298-99-da da biz görürük. Amma məsələ nə mənədir? Burada iki dənə məsələ vardı. Bir bu ki, kimlər Mirzə Kuçekxan Cəngəlini böyük bir qəhrəman, böyük bir mübariz tanıtdırıblar bizə. Onun adına xiyabanlar var, mücəssəmələr var, seriallar, televizyonu var, kitablar var, dərs kitablarında var. Amma Pişəvəridən bir sətir bizim kitablarımızda, dərs kitablarımızda yoxdur. Hər kəs də ondan danışsa xaindir və biz buna gərək gəlib çata bilək. O ləhzəyi ki 28 Ordubehişt 1299-da Raskolnikov İrana varid oldu. Yəni Rusların ordusu, Qızıl Ordu, Ləşkəri Sorx varid oldu İrana. Bu da fərmandehi idi Raskolnikov. Biz görürük ki, Ehsanullah xan xatirələrində yazıbdı ki, səhər çağı biz top gülləsinin səsi ilə yuxudan oyandıq. Mirza dedi ki, aha, bizim yoldaşlar, rəfəqa, yoldaşlarımız gəldilər, ruslar gəldilər və durun, 2 rəkət şükr namazı qılacağıq. Yəni bir orduy xarici, mütəcaviz, işğalçı varid olur, girir İrana, İranı işğal eləməyə. Mirzə Kuçikan durur 2 rəkət namaz qılmağa. Siz bunun müqayisə eləyəcəksiniz pişəvəri ilə, sonra biz qərar verək, yəni adilanə, münsifانه və elmi təəssübsüz biz bu mövzuda danışaq. 14 Xurdadda 1299-da gedir Kursk adında bir gəmi vardı, buxar bir gəmi vardı. Orada haman bu ərtişi sorğunan Şurəvinin bu ordusu ilə təvafuqnamə bağlayır. Ondan qabaq da əlbəttə neçə seri Bakıya zada getmişdi, casusluq eləmişdi, xiyanət eləmişdi bu Mirzə Kuçixan. Amma məsələ budur. O ölkəyi ki yaraldır Gilanda, Cümhuri Gilan deyirlər, o cür deyir. Əgər mənabə getsəz ki, çoxlu mənabəydə xoşbəxtanə vardılar, çoxlu kitablarda vardılar. Biz görürük Cümhuri Şurəvi Sosialisti İrandır bunun adı. Yəni həm cümhuridir, həm şurəvi irtibatı vardır. Rəşdidə bunu icad edirəm. Əgər bəziləri deyirlər ki, bəs siz bunu qəbul eləmisiniz və deyirsiniz ki, bu təciyə tələbi idi, niyə bəs vəziri Umur Xarizəsi pişəvəri idi? Kim bunu deyir? Onun vəziri Umur Xarizəsi Seyyid Cəfər pişəvəri deyir. Seyyid Cəfər Muhsin Somi Sərayıdır. Çün o da Seyyid Cəfəridir, çox adam burada çırıxır. Əslində Richard Katem Cəng Sərd və Buhran Azərbaycan kitabında səhifə 101-də buna da işarə eləyibdi ki, bunun vəziri Umur Xaricəsi kim idi. Amma Mirzə Kuçixanı eşiyə salandan sonra, yəni bu qaçandan sonra cəngəllərin qaranlıqlarından onda bir kudetaya bir hökuməti yarandı ki, bunun əleyhinə idi. Bəli, orada pişəvəri daxili vəziri idi. Yəni çox qısa zamanda Karməndi Mirzə Kuçixanzad dəyirdi. Bəlkə bunun əleyhinə idi, Mirzə Kuçixanın da əleyhinə idi. Amma o ki Azərbaycanda şəkil tapır, o fərqlidir. O bir dənə eyaləti daimən həm məramnaməsində, həm əsasnaməsində, həm Tehrana gedir ay pişəvəri məsələn, bəzi az inki əslən burada hökumət təşkil tapır. Orada deyir ki, biz İrandan istəmirik ayrılaq bura bir dənə eyaləti şəkildə söyürük idarə olsun. Niyə bunu təciyə tələbi marki ilə qoyublar qırağa? Amma Mirzə Kuçixan ki vaqəən, baxın Mirzə Kuçixanın vəziri Cəngidə var idi. Vəzir Umur Xarizəsi də var idi. Pişəvərin bunlar yox idi. Yəni əgər ölkə olsaydı, əgər bir dənə müstəqil bir cümhur olsaydı, gərək bu iki dənə olaydı da. Bunların ikisi vaxtı yoxdur və Mirzə Kuçixan da vardı. Biz burada niyə bir dam iki havamız vardı? Bolşeviklər o zaman ki mütəvəccüh oldular, yəni bu ruslar mütəvəccüh oldular ki, Müşiruddövlə nəxست vəzir olandan sonra Seyyid Əbdürrəhim Xəlxanını, onun dostun göndəribdi Fumənə. İndi bu yol Fuməndə istillə Mirzə Kuçixanı gətirəlib yolda ingilis casus eləyərlər, çəkirlər öz tərəflərinə. Gecələr burada onun Hacı Muinul Məmalikin bağında Fuməndə cələsələri olur.
İran hökumətindən gəlirlər orada, yavaş-yavaş, gizlin-gizlin Mirzə Qusi xanla danışırlar ki, bu ruslardan əl çəksin, ingilislərin nökəri olsun. Və o zamanda bunu ruslar bilirlər. Ona görə bunu kudeta edirlər, qovalırlar, bu gedir cəngələ və bu çox üzücüdür ki, indi bu ləhzə hamı hər uşaqdan soyursaz Mirzə Qusi xanı tanır, amma pişəvəri ki, əleyhi xanlar, əleyhi feodallar və İranın qurtulmağından, Pəhləvinin istibdadından, İngilisin, Amerikanın istemarından qurtulmağa əl atmışdı, bəli, iştibah surətdə Rusiya, əl atmışdı Şurəvi, əl atmışdı komünizmə. Yəni fikr elirdi ki, onlar hamıdırlar. Əlbəttə dünyanın hər yerində də siz baxsaz, bütün ərtişlər, rəhai bəxş, inqilablar hamısı da elə bir xarici bir dostlar, müttəfiqlər taparlar. Yəni bunu da mən çox qınamıram. O zamanın şəraitində çox təbiidir. Hətta indi ölkələr də məgər indiki İran Rusiya ilə, Çin ilə dostluğu yoxdur? Məgər Cümhuriyyət Azərbaycanın məsələn İsraillə dostluğu yoxdur? Rusiya ilə dostluğu yoxdur? Ermənistanın Fransa ilə dostluğu yoxdur? Hindistanla dostluğu yoxdur? Bunlar çox təbii bir zatlardırlar ki, bəziləri bu markla istəyirlər ki, bu bəhsi qarışdırsınlar, bulandırsınlar. Mən o cür baxmıram. Əgər bunların vaqəən niyyətləri bu idi ki, bəli, pişəvəri məsələn pis idi və aradan getdi, Səttarxanın nə günahı var idi? Səttarxan nə onda hələ bilirsiniz bu OTİ, bu Türk-Fars bəhsin Rza Şah cəhdidir də meydana. O cəhdi ki, bura gərək türklər danışmayarlar, danışanın boynuna gərək ip salasız, parasız axıra heyvanların yanına bağlayasınız. Yəni o zaman Rza Şah bu oyunu cəhdi qabağa. Ondan qabaq elə türkləri də idarə edirdilər, Farsla da geçinirdilər. Farsda pul da verdilər, şeiri dinə, kitabı yaz. Özləri də farsı şeir deyirlər. Yəni bu bəhslər Rza Şahdan sonra pan-İranizm və pan-İran şəhri və pan-farsizm vücuda gələndən sonra gəldi. Səttarxan ki, bu halə havada dəyirdi və İran üçün mücahidət edirdi, çalışırdı və siz özünüz deyirsiniz ki, bəli bu deyib İran bayrağı, Səttarxanı gətirirsiniz profaillarınıza, niyə onun mücəssəmələrini heç elədiniz? Niyə bağ qabağında onun mücəssəmələrini doğururdunuz, tökürdünüz yerə? Deyək ki, bəli, bunu pişəvəri düzəltmişdi. Siz bu qəbrin niyə heç elədiniz? Bu ki sizin məntəqənizdə idi. Bu ki Tehranın yaxınlığında idi. Qəbrinin daşınacan siz bunu sındırdınız, atdınız eşiyə. Pəs burada sizin kinəz, uqdəz türklərdən idi. Türk-Fars davası idi. Nə bu ki hər kəs İrana çalışır, çalışmır. Çün bu İrana çalışırdı, türküdür, bu gərək aradan gedəydi. Amma Mirzə Qusi xan çün farsidir, o bəli, o yaşasın və zindabad bəhsimiz vardı. Bu da bəs bir ayrı məsələmiz. Əgər buradan bir söhbət var, mənim yarım saatım qurtuldu. Keçim o birisi bəhsə. Çox təşəkkür edirəm. Ürəyinizə sağlıq. Ay doktor, hörmətli mühəndis Raşid cənablar gəliblər. Bəlkə qənimətdir. Ondan da bir eşidək mövzuya görə. Hörmətli Raşidi, buyurun. Mühəndis Raşidi, buyurun. Salam arz edirəm, hörmətli dostlara, bütün onlara ki, burada huzurları vardı. Ay Doktor Ağbayraq xanım, Mənnaz İslami, başqa dostlara. Əlbəttə, mən bir günləri heç zehnimdə yox idi Clubhouse məsələsində. Birdən gördüm, dostların birinin linki yollamışdı. Birdən gördüm bu günləri vardı. Ona görə çox üzr istəyirəm. Bu haqda bilgi toplamamışam, referenslər hazırlamamışam, amma vaqəən Pişəvəri haqqında Doktor Ağbayraq dediyi kimi çox ədalətsizlik olur. Vaqəən ədalətsizlik olur. Siz elə burada elə bu son cümlələri mən eşitdim heç olmasa, siz görürsünüz ki, orada Fərzən Mirzə Qusi xana abidə düzəlir Fərzən hatta Rəşdə. Amma Mirzə Qusi xan elə o işləri ki görmüşdü ki, indi burada mətrəh oldu. Hətta elamı Cümhuriyyət Şoravi elam elədi. Şoravilərlə nə qədər əməkdaşlıq elədi ki, və bu açıq aydın hər bir şeyi göstərir. Amma bu günləri görürsünüz ki, ona
Bəli, bu günləri görürsünüz ki, onu əzizləmə tuturlar, ona abidə düzəldirlər Rəşdə, onun məsələn çalışmalarını dəyər verirlər ki, o zaman da belə fərzən diktatorluq əleyhinə fəaliyyət elədi. Amma əvəzində Pişəvərinin xodmuxtarlıq həddində fəaliyyəti və bir ilin içində gördüyü ki, o qədər o müsbət işləri təzyiyə tələblik adlandırırlar. Yəni bir illər Richard Cartemin dediyinə görə, yəni onların o Pişəvəri ilə fikir birlikləri yox idi. Amma bu vaqiətləri bəyan ediblər ki, bir ilin içində Pişəvəri 20 il Rza Şahın gördüyü işin Azərbaycanda gördü. Və bunu hər kəs o zamanda olduğu o bir ilin içində yaşayan insanlar gözləri ilə görüblər və biz də onun əsərin bu günləri görürük. Bu günləri indi mənim kitabxanamda, elə mən bu kitabxanamın içindən əlində danışıram. 6 dənə əvvəl ibtidaidən ta 6-yacan kitabların bir ilin içində hazır olub ana dildə dərs verilməsi böyük bir işdir. Yəni hər dövlət hətta bu işi görə bilmir ki, bir dənə kitab hazırlamağı, bir dənə dərsi kitab hazırlamağı, üzə neçə il üstündə işləyirlər, ondan sonra nəhayətən onu əmələ yetirirlər. Və danışgahın açılması, danışgah Təbriz danışgahının açılması, orada o qədər işlər görülməsi, ərz olsun ki, yəni o işləri ki, Azərbaycanda bir ildə Pişəvərə gördü, həqiqətən bəlkə bir miqdar çox insanın zehninə belə çətin yerləşir ki, yəni bu qədər təlaş, bu qədər fəaliyyət bu bir ilin içində görüldü. Və bunu göstərir ki, insan vaxtı ki heç olmasa öz dairəsi həddində, öz məntəqəsi həddində çalışır, təbii ki, ürəyi yanır bütün oradakı o çatışmamazlıqlara, o nöqsanlara və bütün varlığı ilə, bütün gücü ilə çalışır ki, bu boşluqları aradan aparsın və aradan da aparır. Amma o mərkəzdə oturan özəlliklə Rızaxan kimi biri ki, daha bir fərzənd deyək ki, at qaşotçusu olaraq nəhayətən gəlibdir. Sərbatçılıqdan, əskərlikdən gəlib bir qazaq olaraq gəlibdir, bir fərzənd ki, olub bir fənc olubdur. Oradan sonra gəlibdir ki, kudeta eləyibdir ki, özü də savadsız bir adam gəlib ki, padişah əvvəldə cumhurxah olub, cumhuri istəyib ki, İranda düzəlsin. Amma sonra nəhayətən görüb ki, elə bil ki, padişah, şah olmağın ləzzəti daha çoxdur. Şah olub və başlayıb ki, diktatorluğa, o təbiidir ki, o birinci növbədə türk düşmanıdır. Eyni halda ki, hələ Rza Şah hansı soya mənsubdur, onda işimiz yox. Amma o birinci növbədə ki, 1000 illik bir Türk imperatorluğu, Türk sultanlığı aradan aparıbdır. Təbiidir ki, onun zehnində belə bir təfəkkür yaranıb ki, birinci növbədə gərək türkləri sərkub eləyəm. Birinci növbədə gərək türkləri sərkub eləyəm. Ta bunların zehnində olan o 1000 illik hakimiyyət və 1000 illik hökmdar olmaq onların zehnindən çıxsın. Çünki əgər bu zehniyyət onların zehni, bu məsələ onların zehnində qalarsa, mənim hakimiyyətimə, mənim diktatorluğuma, mənim bu İranda hökm sürməyimə böyük bir mane olacaqlar. Pəs onları müxtəlif yollarla aradan aparmalıyıq. Ona görə bütün sərkublar, bütün təhqirlər, tohinlər Azərbaycanın əleyhinə, türklərin əleyhinə, tək Azərbaycanın yox, bütün türklərin əleyhinə yaranır. Necə ki, tarixi təhrif eləyirlər, orada qondarma tarixlər yazırlar ki, siz türk dəyilsiniz, siz məsələn Azərisiniz və eyni halda başdan ayağa təhqir tohin. Hətta Tehranın öz içində türkçə danışmaq belə çətin imiş. O zaman da bəzi xatirələri biz oxuyanda. Çünki onları o qədər təhqir edilmişlər. Türkçə istəyirmişlər biri danışa, ehsas edilmişlər ki, indi məsələn ətrafında olanlar onları incidəcəklər ya xəbər verəcəklər. Niyə ki, bir qorxu yaratmışdılar türklərin içində. Bu təhqirə, tohin işi hakimidir, hakimiyyət tərəfindən. Çünki görürsünüz, açıq aydın
مثلا که zat kimi Mahmud Afşar kimi bir adam deyir ki, mən hətta razı deyirəm ki 5 dəqiqəlik Türkçe dilində Azərbaycanda mədrəsələrdə ya danışıqlarda tədris olsun. Bunu açıq aydın deyir ki, əgər türklər öz dillərində ruznamə oxudu, Kimya xanım səs elə bir gedibdi. Mən elə əvvəl bir öz sistemimi, yəni bir kontrol elədim, görəm bəlkə məndə yoxdur. Bəli, mütəəssifanə ay mühəndisin səsi. Ay mühəndis, söhbətiniz maykla bağlandı. Ay mühəndis, varsınız? Bizi eşidirsiniz? Hər halda. Bəli. Ay dötür, siz istəyirsiniz bu mövzuya görə bir cavab verəsiniz, ya mən otaqlarımızın mövzusuna görə ki, mən Ay, taytelləri bəli, ay mühəndis Raşidi, mən eşidən Evet. dostlarımıza bir tövsiyəm vardı. Bir dənə gözəl kitabları vardı, Turkan və Bərrəsi Tarix, Zəban və Hüviyyət Anha در İran. Mən bunu neçə illər bundan qabaq oxumuşam, fövqəladə kitabdır, bunu həttəmən tövsiyə edirəm. Ay mühəndis Raşidi elə bir gəldilər, söhbət buyura bilərsə ay mühəndis. Bəli, elə bir gəldi. Ay mühəndis, eşidə bilər, səssiz getmişdi ay mühəndis, yox idi səs. aha, bəs mən ondan xəbərim yox idi ki, səsim getmişdi. İndi gəlir səsi. Bəli, 2-3 saniyə idi getmişdi, bir 5-6 saniyədə getmiş. Bəli, indi gəlir, buyurun. Bəli, bəli, onu ərz edirəm ki, Mahmud Afşar kimi bir adam deyir ki, mən hazır deyirəm ki, hətta 5 dəqiqəlik, siz görün bu təfəkkür, bu insan, Dr. Mahmud Afşar xaricdə dərs oxuyub, ərz olsun ki, bütün o xaricdə olan ərz olsun demokratik fəzanı görübdür hər bir şey, amma gəlir burada deyir ki, mən hazır deyirəm hətta 5 dəqiqə türkçe dilində Azərbaycanda mədrəsələrdə, danışıqlarda dərs verirsiniz. Çünki əgər türklər öz dillərində dərs oxuyalar və öz dillərində yazıb oxumanı bilərlər, ruznamə oxuyarlar, onda fars dilinə nə ehtiyac görəcəklər? Yəni siz görün, burada bu rasisti təfəkkür və bu Nəcəf Fərəslərinə təfəkkür nə həddindədir ki, deyir ki, əvəzin ki, deyir ki, bəli, bu qədər insanlar burada vardılar, bunların da hüquqları var, həddi-əqəlli də razı deyir ki, onlar bu qədər cəmiyyətləri ola bu İranın içində, bu qədər heç olmasa məsələn fars dilinin yanında da bunların haqları var ki, öz dillərində dərs oxuyurlar, ona da razı deyir. Və ya Məhyar Nəvai adında bir adam elə həmin Mahmud Afşarın daha aşırı fikrə malik olanlarından biridir. Deyir ki, yəni daha bunu heç bir insani meyarla dünyada indi onun təfəkkürünü deyəcəyəm ki, və görəcəksiniz ki, əsən necə bir vəhşiliymiş. Məhyar Nəvai bir kitab yazır, mən onu təqribən 40 il bundan qabaq oxudum. Adı elə bil ki, Zəban-ı Farsi در بالاترین مقام adındaydı. Bu Məhyar Nəvai yazır ki, biz istəyək gərək Azərbaycan məsələsindən, Türk məsələsindən yaxanımı bir dəfə qutaraq gərək. O da budur ki, Azərbaycanda analardan dünyaya gəl, biz bir şirxargahlar düzəldək. Şirxargahları, fars pərəstlərləri orada olar, fars dilli, bütün Azərbaycanın şəhərlərində və kəndlərində hətta. Orada fars pərəstlərləri olar və orada uşaqlar ki, dünyaya gəlir analarından körpələr, onu alarlar, gələrlər o şirxargahlarda qoyarlar. O fars pərəstlərlər ondan müvazib olurlar. Analar fəqət gündə neçə dəfə lazımdırsa gələrlər, körpələrinə süt verirlər, amma haqları olmuyor danışmağa öz dillərində. Ondan sonra qoyub gedirlər. Və 6 iləcən belə bu vəziyyətdə onlar tərbiyə tapırlar. 6 ildən sonra xanavadalarına təhvil verirlər. Daha onlar fars olublar. Bu dəfə ata-analar uşaqlarla farsça danışmalıdırlar. Hətta ona büdcə ayırmanın da yolun elan verir ki, deyir ki, məsələn, tacirlər ayda bu qədər verməlidirlər, karməndlər bu qədər, əkinçilər bu qədər, ayrı peşə sahibləri də bu qədər verməlidir. Siz görün, belə bir təfəkkürə, faşisti təfəkkürə malik olan bir hakimiyyətin zamanında və onun biləxərə zəif olan zamanında demokrat firqəsi meydana gəlir.
Ondan sonra gəlir Demokrat Firqası meydana gəlir və odur bir ilin içində bu qədər müsbət işləri görür. Və bu qədər müsbət işləri görəndən sonra amma bu günlər biz onu görürük ki, Təziyyətə Ləbadinə və Azərbaycanın bu bir ilin içindən sonra və 1325-ci il 26 Azərdə tamam türkü kitablar hamısı yandırılır. İndi həmin o Necatpərəstlər Tərzən 1400 il bundan qabaqda İslam qoşunu fərz deyək ki, gəlib quya Sasanlılarla cəng elədi. İndi hələ bir kitab yandırıb, yandırmayıb, o hələ məlum deyil. Çünki əgər fərz deyək, o zaman da belə bir kitablar da olmuş olsaydı, heç olmasa sandıq sandıqlarda, pəstularda heç olmasa o kitablardan bir nümunə qalardı. Və bu günlər o kitablar ayrıdan təcrid çap olardı, ayrıdan yazılardı, istehsaq olardı o zamanda. Dərsələ ki, biz görürük ki, onlardan heç bir xəbər yoxdur. Amma onlar o zamanda 1400 il bundan qabaq fərz deyək ki, əgər belə bir şey olmuş olsa da onu vəhşilik adlandırırlar. Amma Pişəvəri zamanında Azərin 26-sında gəlib tamam türkü kitabları yandırırlar. Yenə də səsim gəlmədi, elə bil yox. Xeyr, ay doktor, səsiz vardı. Əgər icazə buyursanız, burada elə son Bəli, cümlənizi nöqtələyin. Bəli, eşidək, sonra yenə xidmətinizdə olaq. bəli, Çox təşəkkür. bəli. Amma onu vəhşilik deyirlər, amma bizimkiləri burada bu modern dünyada, indiki bu zamanda 21-ci əsrdə bunu heç vəhşilik hesab eləmirlər. Sağ olasınız. Çox təşəkkür edirəm. Ay mühəndis, bizim üçün otaq məhduddur zamanı, ona görə cəsarətimizi bağışlayın, amma hər halda sizin tamam söhbətlərinizi biz sevinərək, yəni mən ki özüm şəxsən çox sevinərəm eşidirəm. Amma bizim ikinci bəxş otağımız bir neçə mövzunun üstündə işləyəcəkdir. Dötürəm bəy, siz icazə versəz ki, mən mövzuları deyim, siz əgər hörmətli mühəndisə cavabınız olsa da bir mövzulara bir toxunsaz, orada toxunun. Hər halda bizim ikinci bəxşdəki mövzularımız nə mən olacaqdır? Pişəvəri haqqında danışılacaqdır və milli birliyin muxtariyyətə qədər nələr olub bunların üstündə söhbət olunacaq. Bu birisi mövzumuz Demokrat Firqəsinin səbəbləri və milli hökumətin əsaslarının haqqında olacaq. Üçüncü mövzumuz ki, dərvaqa, əlbəttə mütədavil, bir dalbadal bunlar söhbət olunurlar. Mən bəlkə bunları üçüncü, dördüncü adlandırmayam. Firqə Demokratın dövründəki tənqidlər və uğurlar mövridində olacaqdır. Azərbaycanda demokrat hakimiyyətin dövründə türk dili və kimlik məsələsinə də toxunulacaqdır. Amma qəvam Stalinin də başına böh qoydu. Yəni bunun da üstündə bir söhbət eşidəcəyik, hörmətli Döktür Rəhim Ağbayraqdan. Pəhləvi tərəfindən Azərbaycanda olan soyqırıma, düzdür bir tikələrinə hörmətli mühəndis bir qısa işarə elədi, amma hər halda Döktür Rəhim bəy bəlkə ətraflı bu məsələyə toxunulur. Hörmətli Rəhim bəy, mayk sizdən. Buyurun. Çox sağ olasınız. Ay mühəndisdən də çox təşəkkür edirəm. O cür ki, ay mühəndis də buyurdular. Baxın, Riza Şah o zaman ki gəlməyibdi iş üstünə, Təbriz ilk şəhridir İranda. Yəni böyüklükdə, sənətdə, hünərdə, ticarətdə və cəmiyyətdə. 1320-də vaxtı Riza Şah gedir, Təbriz və Azərbaycan 6000-ci sıraya yenir. Yəni görün nə qədər buradan mühacir gedibdi, süqut eləyibdi, bura dəyib bir-birinə. Və o tərəqqiyatı ki, ay mühəndis Raşidin buyurdular, mən bunlarda fəqət müxtəsər istəyirəm ki, səri deyəm və gedən bəhsin idaməsinə. 4 Azərdə seçkilər olur. Yəni 21 Azər ki, çox adam bilir. O 21 Azərdə dövlət təşkil tapır, kabinə təşkil tapır, məclis qurulur, Azərbaycanın Milli Məclisi. Ondan qabaq bizim intixabatımız olubdu 4 Azərdə. Və burası cəlibdir. İlk dəfə tarix İranda xanımlar rəy verə biliblər. Mən o adlara baxırdım, o 50-60 nəfərə. Mən gördüm ki, xanım adı da var. Yəni 2 nəfər də nümayəndələrin adında, hətta xanım aday və nümayəndə də məclisə yol tapıbdı onların içərisində. Əvvəl işlərdən ki, görür karxanaya pəşminiyə gətirir 1 milyon qran pul verir. Onda böyük pul idi. Yəni yenidən, öncədən alış, öncədən xərid eləyir. Karxanaya çərmsazını ehya eləyir. Orada işləyənlər təzəşdən qeyd edirlər.
və deyir ki, qanun qoyur ki, hər cinsi ki Azərbaycanda tولید olur, onun bənzəri də Azərbaycana gəlməyəcək, varidat olmayacaq, girişat yoxdur. Qanuni kar təsvib edir, iş qanunların ki, ildə 30 gün bunun mürəxəssisi vardı. Həddəqəll dəstmuzd az məsələn maaş alan nəcür olacaq, həftədə 48 saatdan çox işlənməyəcəkdi. Və burası çox cəlib idi. Bütün qərardatlar ki ləğv olur, burası mənə çox ilginc gəldi. Hər karger yarım saat tez işini qurtaracaq. Karxanada və işlədiyi yerdə savad öyrəşəcək. Siz hesablayın bir ildə nə qədər insan savad öyrəşdilər. Xanım Louise Fast İran və Soyuq Savaş kitabında səhifə 103 və 4-də bayınki müxalifdir ha, bayınki ziddir məsələn ruslar və pişəvəri və bu hökumətdir. Deyir ki, böyük islahat olundu iqtisadi ictimai. Yollar asfalt oldular, otobusrana təsis oldu, karməndlər və kargerlər amuziş gördülər və yerlər bölündü, işləyənlərə, kənd əhalisinə, kətçilərə, əkinçilərə verildi. Və şayad o qanunlardan ki, yoldaşlarımız ki, eşidirlər, çoxu bunların eşitməyiblər. Biri bu idi ki, tənbihi bədəni qadağan oldu. Yəni uşağı mədrəsədə heç kəsin haqqı yoxdur vursun. Ki biz görürük ondan sonra Tazaşdan hökumət gedəndən sonra vururlar. Bütün dövlətin özünün hər şəhərdə furuşqahları da oldu, satış yerləri də oldu ki, bu yemək məvadda qəzaini özü də satsın, bu qiymətlər təsbit olsunlar. Maliyyatı yemək və zəruri qismətlərdən götürdü. Onun yerinə lüks vəsailə yuxarı bir maliyyət bağladı. Mərzxanalar açıldı, dərmanqah və radioya isqah təsis oldu. Xiyabanların adı türkcə oldu. Səttarxan Baqirxan. Hətta bu Gülüstan bağına böyük bir mücəssəməsini qoydular ki, filmlərdə ehtimalən görmüsünüz. Şeir qurultayları quruldu, şəbi şeirlər türkcə. Orada hamı gəlirdi, türk şeirlərini oxurdu. Ruznamələr türkcə oldular. Şeir kitablarımız, divanlarımız ki, qədim şairlərimizdən var idilər. Bunlar çap oldular. Furuşqahların, dükanların adları hamısı türk oldular. Və onlardan çox görünməyən və əcib bir iş. 22 Xurdadda bir böyük törən oldu, mərasim oldu 1325-də və Azərbaycanın Təbriz danışgahı quruldu. 3 bölümdə idi. Bir tibb, həmin pezişki ki 60 öğrenci, tələbə götürmüşdü bu danışçu. Bir fəlahət, yəni kişavərzi, bunun da 60 danışçısı var idi və bir pedaqoji ki özü bölünürdü. Türkcə dil və ədəbiyyatına, tarix və coğrafiya, fizik, riyaziyyat və kimya ki özünün laboratoru var idi, kitabxanası var idi. 120 danışçıda, tələbədə bu qəbul eləmişdi. Bu işlər ki, mühəndis Raşidi buyurdular, düzdür. Riza Şah 20 ildə görməmişdi və onun ziddini işləmişdi. Bir ildə bu görüldü və qoşunu qızılbaşları, adı da qızılbaşlar idilər. Baxın, bu keçən seri biz Şah İsmaildə dedik ki, ordusu qızılbaş idi və ondan qabaq Nadirdə biz bəhs elədik, qızılbaş idi. Bunlar tarix bilirdilər. Nə cür tarix bilirdilər? Birdən Firuzun İbrahimi ki, Dadistan Azərbaycan olur, özü təhsil kərdə hüquqdan bir insandır. Burada saat qabağından ailə də bunun bir yeri var idi ki, orada bu işlər görülürdü. Bu gətirir ilk dəfə deyir ki, maddar türklər idilər, həmin mannalar idilər. Kim o zaman bu sözü deyə bilərdi? Yəni o zaman ki ariyayçılıq gəlibdi, tarix təhrif olur, bastanşünas təhrif olur və bu kitab gətirir türklərin tarixini yazır ki, danışqahda, mədrəsələrdə bunlar tədris olurlar. Bu görsənir ki, böyük savadlı insanlar idilər. Hətta bu vəzirləri ki, məsələn, pişəvəri intikhab eləmişdi, 3 vəziri də bu Behdari idi, bilmirəm, Kişavərzi idi. 3 vəzirin doktorası var idi. O zamanın doktorası deyəndə indi yəni professordan da çox yuxarı və bu danışgahı əfsərisində 18 min nəfərdə bunların adamları var idi. Bu ay mühəndis Raşidiyə görə bunu artırdım, istədim deyəm, amma o rişələrdən söhbət edirdik. İsmail ağa Simiktonun oğlanları, yəni o Mahabat tərəfində, Kürdistan tərəfində ki, Azərbaycanın bölgəsindən idi, Tahir Simikto, Qubad Simikto, bunlar gəlirlər, kəndlilərə əziyyət verirlər. İstəyirik deyək ki, bu firqə niyə bu cür vücuda gəldi, birdən-birə rüşd elədi?
Mən 1323 329-dan sizə bir məsələn İttilaat məcəlləsində şumare 250-dən bir zətləri oxuyuram. Yazıbdı ki, müsəlləh əkrar Topçu kəndlərində, Qızılcada, Seyid Taceddində, Xanadanda, Nəzabda gəldilər, bütün qoyunları və heyvanları apardılar. Bunlar yəni o zaman ki, hasılı istəyirdilər, kəndlilər götürsünlər. Bunlar gəlirdilər, başları tapılırdılar, kürdlər idilər, müsəlləh idilər Azərbaycanda, yağı idilər. Kəndlilərin xanvadələrinə təhəddi edirdilər, olduqları malların və hasılların bunların əllərindən çıxardırdılar. Ya 2000-ci mən məsələn Teleqraf Sərhəng Dirəxşanəli onda sərtip olmamışdı ki, bu Ustandar Nizami Azərbaycanı Baxtəri idi, Azərbaycanı Qərbi idi. Bu teleqrafında nə mənə yazıbdı? Yazıbdı ki, Məsihilər, yəni bu ermənilər Rizayədə ki, onda Rizayə, şah öz adını gətirmişdi, Rza şah öz adını qoymuşdu Urmiyə, bir Bastanı adın yerinə. Diktatorluğun nəhayətinə baxın, rizalətin və kəsifliğin nəhayətinə baxın. Yazıbdı ki, ermənilər Rizayədə və Aşurular özlərinə görə təşkilatları vardı. Bunlar kürdlərlə yaxın irtibata keçiblər, Şurəvinin səfarəti ilə irtibatdadırlar, özlərinin çapxanaları vardı və 120 kənd bunlara lazımdır ki, maliyyət versin. O vəziyyəti istir Tehrana quzarış eləsin. 1323 5-31-dən mən Sərləşkər Rəzmaraş vəziri Zəng idi, ləşkəri İranın, yəni böyük başı idi ordusunun, onun teleqrafından bir zətləri deyirəm. Yazıbdı ki, jandarmeri ittila veribdi ki, 19 bu ayda, yəni Murdad ayında 20.000 xanvadəni ki, Qərəbulaqda idilər, Qərə Ağbulaqda idilər, Çavuqda idilər, Arpalıda idilər. Bunları mühasirə eləyiblər. 1250 bunların qoyunların, 208 də qatır və eşşəklərin bunların qarət eləyiblər, aparıblar bu kürdlər və Əsğər Ağbulağı Məşədinin əyalını da bunlar öldürüblər. Bu vəziyyətdə ki, Rza Şahın diktatorluğu bir tərəfdən və təhdilər iki olur, hərc-mərc iki olub Azərbaycanda, yoxsulluqlar iki vardılar, insanlar köçürlər. O zaman ki, Rus ordusu gəldi Azərbaycana və bu tanklar gəldilər, mahiyyətdə gərək danışaq da, mərdum onun izlərin, təyyar yerlərini öpürdülər. Və baxın Rza Şah zamanında diktatorluq və istibdad o həddə yuxarı olmuşdular ki, deyirdilər ki, istibdadı Nasirini istəyirik. Yəni Nasirəddin Şahın istibdadı hardadır, o günlər hardadılar, gəlsinlər. Bir tərəfdən də biz ağay Pişəvəriyə gələk yetişək. Məclis ki 14-cü məclisi idi, buna Təbrizdə rəy veriblər. 2 nəfər lap yuxarı rəy gətirib, 12 nəfərin aday olub, namizəd olubdu, 9 kürsüdən ötür, səndəldən ötür. 9 dana bizim elə bir məclisdə yerimiz vardı. Bu 9 nəfərin içərisindəki seçiliblər, Hacıxoy ilə Pişəvəri lap yuxarı rəy gətiriblər. 15.780 rəy gətirib Pişəvəri Təbrizdən. Çox yuxarı rəydir. Bu biləxərə zindan çəkib, 10 illər zindan çəkibdi. Qədimi kommunistlərdəndir, mübarizlərdəndir. Çalışıbdı, gəlibdi və 14 Xurdad 1322-də gətirirlər bu rəyin, sonra bu rəyi bu zaman gətirir. Bundan sonra bunun rəyin məclisin açılışında batil elirlər. Yəni bunun etibarnaməsini rədd elirlər. Onu da hələ utquntusu vardı. Bəziləri deyirlər ki, gərək yarı-yarı olaydı da, yarıdan bir dənə də çox rəy olaydı. Bu 100 nəfərdən 47-si bunun etibarının rədd olmağını, yəni ingilis əfradı, ingilislər. Və ağay mühəndis Raşid bir nöqtə dedi ki, türklərin iqtidara gəlməyi minillikdən qorxurdu Rza Şah. Bir tərəfdən də tək Rza Şah yox, bu ingilislər ki, Hindistan bunların əllərində idilər, bunlar da qorxurdular. Əslən bunlar bir dənə hail bir ölkə istəyirdilər arada olsun. Ki, nə Rusiyanın olsun, nə bunların kəsdən olsun. Hail ölkə olsun. Çünki daimən Rusiya təhdid eləyəndə deyirdi ki, Hindistanın yolu İrandan keçir. Rah Hindistan az İran میگذرد. Bənzər bir şüardır da. Və bundan təhdid elirdi. Onun üçün bir hail bir ölkə olsun ki, türklər də olmasın üçün, türklər özlərini tapsalar, Asiyanın yarısı türkdür. Rusiyanı da heç elərlər, bütün Rusiya şurəvi, hamısı türkdür da.
Onlar gəldilər bu siyasəti ki, sən Qəzzaqsan, türkdəsən, sən Qırğızsan, türkdəsən, Özbəksən, türkdəsən, Türkəmənsən, türkdəsən, Azərisən, türkdəsən. Belə bir siyasətdə qabağa apardılar ki, İranın da xoşu gəldi, ingilisinin də xoşu gəldi. Bunun üstündə elmi konfranslar, bəhslər, kitablar yazıldı ki, özü cərəyandasız. Sonra bizim görürük ki, Ay Pişəvərinin qəzetəsi var, ruznaməsi var Tehranda. Ruznamə Ajir. 1324-də 6-ya 1, yəni Şəhrivərdə hələ Azər olmayıbdı. Bunun fərmandarı Nizami Tehran təvqif edir. Yəni bir ruznaməsi qalıbdı buna. Həftədə 2 dənə yetişibdi, çıxardır. Və biz görürük ki, ondan neçə gün sonra, 10 gün sonra Təbrizdə bəyaniyyə çıxır. Yəni Pişəvəri görür ki, babada İrançılıqda da, hətta bu keçsə, oğlunun da adını Dariuş da qoysa, bilmirəm Aryadan da danışsa, İrandan da danışsa, amma bunun türk olduğu üçün həmişə Təbrizdir. Həmişə mən bunu həmişə düşünürəm. Mən deyirəm ki, firqənin, demokratın bu hökuməti ki, bir ildə gəldi, nə xeyri oldu bizə? Mən fikir edirəm böyüklərin xeyri bu oldu ki, bu bəhs iyaləti olmağı da tələblərimizdə buna bir dənə böyük zəlzələ saldı. Yəni toplumun əfkar umumunun naxudagahında dedi ki, baxın, bu xudmuxtar istirdi da, iyalət istirdi da, başına nələr gətirdilər, nə oldu, axırı nələr ala bildi. Və bu bilmirlər bu İran şəhərlilər ki, nə böyüklükdə orada utuzublar. Bəlkə fikirlə o belə qətliam oldu. Bəli, sizi də indi qurşuna bağlarıq. Gör neynədik Pişəvəri, Atazı neynədik, sizi də bilərik. Amma bilmirlər ki, əsasda çox böyük utuzublar. Bunu tarix göstərəcəkdir gələcəkdə. Seyyid Cavad, Seyyid Cəfər Cavadzadə Xəlxalıdır bunun əsl adı. Sonra bir seri ki, Bakıdan qeydirir, Pişəvəri adını qoyur. Yəni peşəkarlıq. 1272-də Seyidlər zirvəsində Xalxalda biz Seyid ailəsində dünyaya gəlirik, 12 yaşında Bakıya gedirik və biz görürük ki, bu cavanlıqda, o zaman ki 19 ta 23 yaş var, o fasilədə Xırdalan kəndində, yəni o tayda, Şimali Azərbaycanda bu müəllimdir, türkü farsı dərsi deyir. Həm türkü dərsi deyir, həm farsı dərsi deyir. Orada o mədrəsədə. İlk məqaləsi Açıq Sözdə çap olur. Açıq Söz kimindir? Məhəmməd Əmin Rəsulzadəninkidir. Məhəmməd Əmin Rəsulzadə kimdir? 1918-də o zaman ki, da bu tezar gedibdi və İnqilab Rusiya vücuda gəlibdi, İslam dünyasında əvvəlin cümhuri kişi tapıbdı haradır? Cümhuri Azərbaycandır. Bunun 34 rəyi vardı. Orada bunların hizblər ki, yığışıblar müsavatsa 33 rəylə bu eləyə bilir. Əvvəlin rəis cümhur olsun Azərbaycanda o zaman 1918-də pəs əvvəlin cümhuri ki dünyada yaranıbdı. Cümhuri Azərbaycandır İslam dünyasında. Bunun atası Mirzavad idi. Müsəlləsi Xəlxalın əhli idi. Özü də çavuş idi, yəni çavuşluq elərdi. Xanımısı Məsumə xanımdır ki, Məsumə xanım Musəvvəri Rəhmanıdır. Bu yazıqda çox zəcrkeşidə bir xanım idi, dərd çəkən bir xanım idi. O zaman ki, o pişəvəri gedir, bu da gedir onunla birlikdə və sonralar biz hətta bunun yaşamında bunun təsirini görürük. Nə buzurq var, nə böyük bir xanım idi. Pişəvəri heç vaxt bir mütəvəssit bir zindəcanlıq da işə yarada bilmədi. Kasıbçılıqla keçdi. Yəni zindəcanlıq axı ruznamənin özü də o zaman nə mənə bunun aidiyyatı olacaqdı. Heç özü də əli pak idi ki, məsələn ayrı dövlətdən bir dolar alsın, rubl alsın, hər nə mənə alsın. Bunlar da yox idi biləsində. Bu ruhiyyədə yox idi biləsində. Və xanımısı xəyyatçılıqla bir quru yer alır o Meydan Vəliəsrin cənub-şərq tərəfində bir yer alır. Sonra ora 2 otaq məsələn bir dəhliz düzəldirlər, orada yaşayırdı. Və bu xanım ki, çox səssiz bir xanım idi və vəfadar bir xanım idi. Pişəvəri öləndən sonra da çox isrardan sonra hey konsula getsin, nəcür qoymurdular bunu. Elə ki, elə bunun çox bir ittilaatı yoxdur və bir təxliyə olunmayacaq. Çünki ruslar bundan çox nigaran idilər. Bu bir ittilaat olsun ki, elə yox. Bu çox sadə bir xanımdır. 18 bəhməni 46-da Airflotla gəlir Tehrana. İlk savaş bunu tutur, bazuyu və təxliyə ittilaat elə görür ki, bir xas bir zad yoxdur. Bu gedir bacısının evində və orada yaşır. Bunun oğlu da Dariuş idi.
Dariuş ki böyüyür, bu məsələn Alman şərqi də fərz eləyin ki, Şurəviyə mütəmayildir. Oradan deyir gedim bu Almana, orada da divar yoxdur məsələn. Gedim otaya, gedir də getmir. Orada pənahəndə olur. Və savaş orada tutur biləsən. Nələr bunun başına gəlir bu Dariuşun ki, çox uzundur bunun dastanı da. Amma itkin yaşır, həmişə yerində dəyişir. Çünki həm KGB axtarır ki, bunu qeytərsin Rusiyada öldürsün, həm İran bunu axtarır və indi də mən heç bilmirəm ki, bunun sərnişti sonralar nə olubdu Dariuşun. Və Dariuşun fəqət bilirəm ki, bir Cəvahir Azəri adında xanımısı var idi və iki oğlu var idi, Fəraməz və Pərviz ki, bunlar da Pişəvərinin nəvələri sayılırlar. Biz baxanda Pişəvərinin yaşamına heç ləkə yoxdur bunun zindəcanlığında. Nə xanım babətindən, nə bilmirəm mal, nə vabəstəlik, nə sərsəpurdalıq, nə xarici dövlətlərdən bir əvaid almaq belə bir zətlər yoxdur. Əgər də Şurəvi ya kommunizmə tərəf girayış tapıbdı, tamamilə bu hədəfdə idi ki, İranı azad eləsin, Azərbaycanı rifaha, səadətə yetirsin və bu yolla çalışıb. Çox sadiq bir adam idi. Və mən həmişə bunu fikir edirəm ki, əgər biri olmasaydı, şayad çoxtər şikəst yeydi Pişəvəri. Bu ki, siyasətmədar özün bilirdi, köhnə bir siyasətçi idi. Amma biz məsələn bunu deyim biləcə. O zamanki Təbrizdə və o bir şəhərlərdə. Mən Təbrizi məsələn misal vururam. Sərhəng Dirəxşani ilə təvafuq elirlər. Bu gəlir əfsərləri müşayiət edir, yola salır Tehrana getsinlər. Otobus bunları yola salır. Baqirov o taydan Azərbaycandan ki, rəis kommunistlər idi. Buna hey deyir ki, baba belə işlər görmə, qələt işlərdir. Bu deyir, yox biz insani bərxurd eləyəcək. Biz bunları qəşəng dostumuzla, qardaşımızla biz bunların davamız yoxdur. Yola salır gedir. Haman əfsərləri ki, sonra gəlirlər bunları evlərdən çıxardılar, doğururlar. Haman əfsərləri bu hətta deyir ki, xəşlərinizi, yolunuzun xərcini də verəcəm, belə yola salıram. Bir ya bu cursuna dəyir. Bu sadə idi, yəni sadiqanə baxırdı hər zada. Siyasətə də bu cür sadə baxırdı. Hətta ruslara da bu cursuna baxırdı. Və hətta siqar da çəkmirdi. Mən yaddaşları zindanda məsələn bunu gördüm ki, buna məsələn siqar zad deyirlər, tiryəşdən siqardan. Nə mən bu deyir ki, heç bilmirlər ki, mən siqar da çəkmirəm. Və buna heç ləkə bu İran şəhərlilər bu günə qədər yapışdıra bilmədilər desinə bunun zindəcanlığında bu var idi. Çünki bunlar çox kəsif bir insanlardılar. Bir car, məsələn, biriya gedibdi Gülüstan bağında şəhərdarının karməndidir, orada çərxi-fələk düzəltdiribdi. Və xub şeir oxuyubdu orada. İndi hətta bu mən xatirələrini oxuyanda pan İranistlər deyirlər, baba orada günbəz çalardı, bağqabandı, şeir oxuyardı. Yəni onu o hədd istilə təhqir eləsin. Sizinlə bir karmənd idi ki, şair idi və bir dənə məsələn bir vəsilə orada yaratmışdı təfrih üçün. Bunu təhsin üçün, təqdis üçün gətirirlər bunu bu cür sildirlər, aşağılırlar. Və Pişəvəri çox savadlı adam idi. Dedik roman yazan idi. Bunun ki gəlirlər Savaş məsələn bunun düşürlər yanına gedək evində nələr var gətirək və bunu oxusaz vaqəən ürəyimə əslən bu təhqiqi ki bizlərə gəldim təzəşdən bunu bir dəfə mürəttəb eləyəm bu cələsədə deyəm. İnanın ki ürəyim o qəss sızladı, o qəss sıxıldı, o qəss içəridən ağladım. Elə bu zərrəbini qoymazlar bir zadı yandırarlar tikə-tikə. Mənim ciyərlərim bu cür yandılar. Bunlar nə qədər böyük insanlar idilər, nə qədər fədakar insanlar idilər, nə qədər zəhmət çəkdilər və nə qədər bunların əcri bilinmədi və nə qədər bizim böyük məsuliyyətimiz var ki, bunları cavanlarımıza tanıtdıraq. Baba, bunun kitablarını gəlirlər, bunun heç farsı kitab yoxdur ki, bir dənə Tolstoydan bir kitab tapırlar, bəqiyəsi Fransızdır, İngilisidir, Rusudur bunun kitabları. Yəni biz şimdi burada deyirlər, bəli, Rza Şah məsələn, Rza Şah ki, əslən bisavad idi. Məmməd Rza Şah məsələn Fransa danışıbdı 2-3 kəlmə, İngilis danışıb, o basavad idi. Nə bir məqalə yazıbdı, nə bir təhqiqi, nə fəlsəfi heç zat. Amma demirlər ki, Pişəvəri bütün dillərə müsəllət idi. Və fəqət bir dənə bir məsələ vardı. Biz bunu da gərək deyək artıraq. Çünki biz burada təhlil edirik da. İstəmirik ki, insanlardan çə mən olam, çə siz olasınız, çə tarixdə ola, çə şahlarımızda ola. Heç kəsdən qiddis peyğəmbər yaratmayaq. Yəni icazə verək nəqd olunsun. Mən də iştibah eləyə bilərəm, hamı iştibah eləyə bilər. Heç kəsi üstündə çox təəssübümüz olmasın ki, icazə verilməyə o nəqd oluna. Və düzdür, qoymayaq da silsinlər. Məsələn, bəli, Səttarxanı sildirlər. Səttarxanın işi bais oldu, farslar müsəllət olsun. O nə rəbti vardı? Keçən bəhslərdə biz söhbət elədik ki, nə rəbti vardı? Səttarxan məşrutiyyət üçün qiyam elirdi. O dəstəsi ingilis idi.
Qacar da elə və Hacıqafı zəifləmişdi axır dönəmlərində. Yəni bir antroposu vardı, o antropiyə yetişmişdi. Təbiidir ki, o antropiyə yetişəndə hökumətlər dəyişilərlər. Ya bəli, pişəvəri bahis oldu, bilmirəm, zəiflənsin, kütlər məsələn şəkil tapsın. Nə rəbti var? Onlar ingilislər təqviyyət edirdilər. Bu çox siyasətlə ittifaqən istəyirdi məhar eləsin o şəkillə. Və biz qəhrəmanlarımızı bu cür öz cavanlarımız ki, xamdılar, qahən savadsızdılar, bu sözü salırlar ağzına və başlayırlar öz böyük qəhrəmanlarımızı gərək bizə olğu olarlar, onları təxrib edirlər. Bu məniyə deyir ki, bunu deyirəm. Bu intiqaddır ki, işlərin çox yarımçılıq qoyardı. Məsələn, mən məqalələrinə baxıram, yarımçılıqdılar. Ədəbi qətələr yarımçılıqdılar. Elə bu yarımçılıq mübarizəsində, hətta ölümündə də biz görürük. Gedək bəhsimizə. Bu bəhsimizdə e'lamiye Şəhriyevər çox mühümdür. Çox adam ki deyir 21 Azər təşkil tapıb. Yox, bu neçə aylar ondan qabaq əslən təşkil tapır və bu e'lamiye Şəhriyevər də 12 Şəhriyevər e'lamiyəsi. Ondan qabaq məsələn biz görürük da işlər başlamışlar. O nöqtədəki də pişəvəri görürük. Yox da Tehran, Tudeylər, hətta bunu bir də rəyin də batıl edirlər. Sadiq və Salim rəyin də batıl edirlər. Qoymurlar bu gələcəksin qabağa. Bu qeydir deyir ki, Şəhriyar kimində? Rəvən bir şəhri xudu, Şəhriyar xud başəm. Şəhriyar da axı bir zaman ariyatçılığı zadı var idi cavanlıqda, amma sonra gəlir o Heydər babası ilə və anasının dilində şeir demaqla və Türkün dili təs sevgili istəkli dil olmaz ya məsələn öz şeirini farsa ərəbə qatması şair ya fars şairi çox sözlərini bizdən aparmış. Bu şeirlərinin qeydir öz isalətinə və öz isalətini qoruyur ki, həmişə İranistlər də gedirlər o ilk bunun xamlıq, cavanlıq zamanın şeirlərini bizim üzümüzə çəkirlər. Aban ayında 19-u ta 29-u bütün Azərbaycanın şəhərlərində rahpeymalıqlar başlayırlar, yürüyüşlər başlayırlar. 29 Abanda Salon Şir Xurşiddə 724 nümayəndə bu Azərbaycanın təşəkküllərindən yığılırlar və bunun iftitahiyyəsində, açılışında da Hacı Əzim Səttarxanın qərdəşi qatılır, gəlir, söhbət eləyirik və əncümən vilayəti deyirlər ki, ada bizim əslən çarəmiz bu deyil, bizim gərək özümüzün milli məclisimiz ola və orada təsvib olur. 2000-ci cəlsəsində Pişəvər əslən deyir ki, biz xudmuxtar olaq. Bu şəkildə ki, biz eləyə bilək, öz aidatımızı özümüz xərcləyək, özümüzün ərteşimiz olsun, öz dilimizi məxsusən dilin üstündə çox təkidləri var idi. Yəni Firqi Demokratın elə Tudeylər də buna biraz xoş baxmırdılar, məxsusən sonralar. Bu idi ki, deyirlər ki, siz dilin üstündə və Azərbaycançılıq hüviyyətin üstündə, kimlik üstündə çox təkidiniz vardı. Yox, bu gərək qoyasınız kənara. Amma bunlar bunun üstündə çox deyirlər, yəni bizim dilimiz getsə, bu bizim həyatımızdır, varlığımızdır. Bunun üstündə çox söhbətlər edirlər. Və orada xudmuxtarlıqdan danışır ki, biz öz məmləkətimizi gərək abad eləyək, səadətmənd eləyək, o birisi eyalətlərdə bizdən dərs alsın İranda. Qeyd edirik bunun istiqrarı hökumətinə. 21 Azər ki söhbət vardı, Salon Diyanay Təbrizdə bir məmulən Asəqqəli sinni bir riyasəti gətirərlər. Məhəmməd Təqi Rəfiyi idi ki, özü də cüzü müavinlər olur o cələsədə. 75 nümayəndə gətirirlər. Əliyev Şəbistərini rəis məclis seçirlər 69 rəylə. Mirzə Əli Şəbistəri 47 yaşı var o zaman. Ki biz görürük Sadiq Padıqan da, Həsən Codət də bunlar da bunun müavinləri olurlar. Əğləb döydürdülər bunlar vəzirlər. Behdaridir, Şavərzidir, vəzir kişvərdir. Bu çarşənbə günü üz verirəm. Saat 9:30 səhər bu cələsə başlayır. 1224-də ki biz deyirik Azərbaycan onda eləyə bildi bir qəvam tapsın özünə görə xudmuxtarlıq qazansın üçün həm məclisi oldu ki onda nümayəndəyi Fransa da gəlmişdi, nümayəndəyi Şurəvi də gəlmişdi, orada oturmuşlar, qonaq idilər, çoxlu qonaqlar var idilər. Amma İngilislə Amerikan nümayəndələr ki konsulgərlər var Təbrizdə bunlar gəlmədilər. Məclis Pəncşənbə günü 2000-ci günü bu Seyid Cəfəri Pişəvərini intikhab elədi. Dedi ki, sən nə xus vəzir elədik, get vəzirləri bir seç gətir. Və bu vəzirlərin qərar oldu ki, getsin. Mən bu vəzirlərin icazə versəz fürsətim çox azdır. Bəli, istəyirəm adlarını oxuyam. Bunu vaz keçirəm və yoldaşlar eləyə bilərlər. Bir gözəl kitab vardı. Ağay
اوهدی مراغی علی مرادی مراغی باشین علی مرادی مراغی bir kitap vardı از زندان صدر از زندان رضاخان ta Sədr Fərqi Demokrat Azərbaycan. Bu çox cami bir kitabların birindəndir ki, bu hövzədə yazılıbdır. Kommunistlərin kitablarında Attabutda və Muğrizanədir. Bu bizlərə bir demək olar ki, cami və müstəqildir və üçün bir Azərbaycanlı da yazıb bunu. Təbiidir ki, ərzişi vardır ki, bir seri bunu oxuyasan mən. Və sabahısı bunlar and içirlər, özü də türkcə and içirlər. Hökumət برای اینکه bu Azərbaycanda aramış yaratsın, sükun yaratsın, təsbit olsun, gətirir bir seri bir işləri görürük. Qanundan birazını dedik. Məsələn, 2 nəfər var idilər ki, bir qıza təcavüz eləmişlər, üçün əsləhələr vardı. Bunları edam edir Rustandarın qabağında. Bir Kazım vardı, Kazım qarnı yırtıq deyirdilər. Bunu edam edir bir şərur bir adamdan biri idi. Əmniyyətin aradan aparmışdı Təbrizin və biz bu şəkildə görürük ki, istiqrar tapır. Amma o zamani ki, hala dastan çönür, mən 3-cü bəxşə yetişəcəm bir ya. Səy edirəm ki, 5-10 dəqiqəcən bu 2-ci bölümü qurtaram. 3-cü bölümdə gedək bir yanım morinə danışam. Niyə yazdım ki, Qəvam Stalinin başına böyük qoydu? Bəzən ingilislərin bərnaməsi bu oldu. Fikir edirəm bir Riza Şah, bir Məhəmməd Riza Şah bilirdi. Bir Qəvam Səltənə bilirdi, nəxust vəzir. Və bir də ingilislərdən o əsası adamlar bilirdilər. Yəni Rusiya da bilmirdi. Çünki Rusiyanın da sistemi casusu çox qəvi idi. Amma Rusiya da bilmirdi ki, Qəvam bunları oynadır. Gedir 17 gün İsfəndidə qalır Rusiyada. Moskvada ya oranın paytaxtı fikirəm Leningrad idi. Orada 2 dəfə Stalinlə görüşür. 4 dəfə Molotov vəzir xaricə ilə görüşür. Və düzdür Stalin əvvəldə deyir ki, olsun Azərbaycan xodmuxtar olsun, nə maneyi vardı. Amma vaxtı neftin səsini eşidir, deyir ki, aha neft onda olmadı, bəs yaxşı. Azərbaycana müamilə eləyək. Qurbanlıq verək, sataq, İrana sataq. İranlılar da bilmirəm niyə onda çox bu cür israrlar var ki, bu xudmuxtarlıq həttəmən aradan gərək gedə. Və hətta hazır idilər nəfti də versinlər, hamını qurbanlıq eləsinlər. Vəli bu Azərbaycanın bu xudmuxtarlığı aradan getsin. Çox mənə də əcib gəlir ki, niyə? Bunlar ki, əyaləti bir qismət istirdilər, özü də İranda vəfadar idilər. Niyə bu həddə də gedirdilər? Və o günü ki, bu qeydiri, davam qeydiri Radio Moskva elan edir ki, yəni sabahısı elan edir ki, 6 həftəyəcən də biz Azərbaycandan çıxırıq. Ləşkər şurəvi çıxsa, bilirsiniz də burada qətliam olar. Çünki bunlar qoymurdular ki, Tehrandan ləşkər gəlsin. Azərbaycanın ləşkəri zəif idi. Nə mənə vermişlər məgər bunların nə mənə ləvadı? Biraz narincətdən, Berno tüfəngindən və müstəməl bir vəsilələrdən. Amma Amerikalılar kamyon vermişlər, hava vermişlər, təchiz eləmişlər, İran ləşkərin güclü eləmişlər. Təbiidir ki, onların üçün havayı üstdən, havadan bunların təsəllütü var idi. Hər nəcür olsaydı, Qaflanqda da o cür oldu da, vurdular. Çünki bunlar havayı gəlmişdi, həmlə edirdilər. Və dedilər, biz çıxırıq eşiyə. Və bunlar ki, dedilər, biz çəkilirik. Bunlar da sazman müəllə şikayət eləmişlər, İngilis və Amerika. Şarın altında şikayət eləmişlər. Truman, Amerikan rəis cümhuru hətta təhdid eləmişdi. Hətta gün təyin eləmişdi, ultimatum vermişdi bilələrə ki, əgər çıxmasaz mən bomba atom vuracağam. Və Stalin də bilirdi ki, doğrudan bu işi görə bilər. Yəni ondan da qaçmır. Çünki Japonda o ləhzə o atomları ora vurmuşdu, təslim olmuşdu və bunun da bərk qorxmuşdu, tez də çəkildi daliyə. Bunu Mustafa Fatih kitabı Əllil İranın Nəfti kitabından mən deyirəm, ya Ənvər Xameyinin də bir kitabı vardı ki, Əldən keçmiş fürsət və bu kitabdan mən istinad edirəm, deyirəm ki, Truman bu işi görmüşdü. Yəni şəfahi surətdə öz səfirinə Moskvada demişdi, bunlar getmişdilər, demişdilər və hətta bu önce Baqirov çox məsələn bu deyirdi ki, Azərbaycan gərək bir ola, bilmirəm, siz gərək dayanasınız şahın rejimin qabağında hər nə mənə. Bu Stalinə demişdi, Stalin buna pərxaş eləmişdi, savaşmışdı ki, sən qarışma, xəbərin yoxdur, dünyadan heç xəbərin yoxdur. Stalin neçə dənə də namə yazır. O zamandan, yəni ordu 5-də məsələn 19-undan yazır ki, əgər biz qalsaq Azərbaycanda, İngilis də deyəcək, mən də Misirdə qalıram, Suriyədə qalıram, Endonezdə qalıram, Yunanda qalıram.
Amerika deyəcək mən İslandda qalıram, Danmarkda qalıram, Çində qalıram. Biz gərək boşaldaq Azərbaycanı. Dəlillərin tövzih vermişdi. Əlbəttə bunlar bəhanədirlər. Eləyə bilərdi minlər yolla təchiz eləməklə himayət eləsin. Amma nəftin üçün iyisi gəlmişdi buna və qavam buna demişdi ki, icazə ver 15-ci biz məclisi şuramızı quraq. Bu məclisdə mən eləyə bilmərəm, nəft verirəm, gərək bu məclis təsvib eləyə. İcazə ver, bu təsvib olsun orada 15-ci Nəftimiz, Şimalın nəfti səninki. O verdik sənə. Stalin də demişdi, xop, nəzir olar. Demişdi, xop, onda ki, Azərbaycana bizim təsəllutumuz olar, rəylər görək düzdür, məclis düz tapaq. Biz orada sibat istəyirik, nəzm istəyirik. Yoxsa Azərbaycanlılar pəncümacan 5-ci və 6-cı il əlbəttə onda 6-cı klasacan türk öyrəşsinlər. Sonra da farsı ilə türkünü birlikdə danışqazan öyrəşsinlər. Ruznamələri olsun, özlərinin bilmirəm vilayətləri olsun, özlərinin ustandları olsun, amma bizim ərteşimiz getsin o icazə verin. Siz çıxın oradan. Yəni bu cür tovlamışdı bilələn. Hətta zirəklikdən oradakı yazmışam böyük qoydu. Bu gətirir Seyid Ziyaddin Təbatəbai, Əli Dəştini, Cəmal İmamını. Bunlar Şurəvi ilə müxalif idilər də. Bunları tutur salır zindana ki, siz niyə Şurəvi ilə müxalifsiz? Şurəvi bizim dostumuzdur. Hətmən də şahın icazəsi vardı ha. Hətmən şah və İngilis'in də cəryanında idilər. Çün qoymazlar bu işləri görsün. Çün İngilis gəlmişdi əşaya, deyirdi ki, biz də izafət danışırsınız, mən burada əhvazı müstəqil eləyəcəm. Elə mən də Azərbaycan siz nəcür istəyirsiniz, mən də bura götürəcəm və özümə müstəmir eləyəcəm. O müzakirati ki olurdu və Azərbaycana vədə verirdi, yağlı vədələr verirdi. Burada da bizim hökuməti firqənin ağzından su axırdı qahən. 15 gün sonra da heç nəticə yetişmədi axırında. Yəni bu ərteş məsələsində ki, bunlar dedilər gərək biz özümüz rəisi istifadə ərteşi seçək və qəbul eləmirdilər və bunlar eləyə bilirlər. Ordubadın 25-də qeysində bu heyəti getmişdi. Stalin o birisi naməstə cəlbdir. Yazır ki, pişəvəri yazır ki, eşitmişəm ki, bir cəlsədə demisən ki, bu şuravilər Stalincil bizi aparırlar göyə, sonra göydən çırpırlar yerə. Əgər bu söz sənin sözün olsa çox əcib sözdür. Və biz o cürsünə deyil, biz sizdən himayət edirik, siz eləyə bilərsiniz. Mənəvi himayətimizdən orada dayanasınız. Amma xop özü də bilirdi. Yəni bu təvafuq olunmuşdu ki, Azərbaycanı versinlər Təzəşdan Pəhləviyə, istibdadın altına, irticanın altına. 9 Ordubadda kullən şuravə çıxır. Təvafuqi ki olmuşdu, bu cürsünə idi ki 75% Azərbaycanın maliyyatı özündə xərclənsin. Mədrəsə 2 dildə olsun. Hətta ustandar məsələn demişlər biz təyin edəcək 3 nəfər. Siz təsvib eləyin. Bu 3 nəfərdən Səlamullah Cavidi ki qəbul eləmişdi şah və Tehran qəbul eləmişdi ki, özü də firqəçi idi. Hətta bunu da tovlamışdılar, qəbul eləmişlər. Şuravı da başdan baxırdı, deyirdi ki, xop da buracan ki mən söydüyüm gedir qabağa. Bunlar da ki əmələn əncam verirlər. Və hətta məsələn hər kəs buralıdır, burdaca xidmət eləyir də, burdan durub getmir Sistana ya ayrı Kürdistana və onlar da gəlməyirlər bura. Buranın nüfusu burdaca sərbazçılıq eləyir. Bu qanunlar da keçmişdilər. Qəvam hətta zirəhlikdən 3 nəfər vəziri də Səran Hizbi Tudə ki, Şuravim hizbi idi demək olar İranda, onlardan gətirmişdilər. Yenə də bunun şah hətmən xəbəri var idi. Amma cəlib budur ki, elə ki Şurævi buradan boşaldı, getdi, aram-aramda yerini tapdı, səriyən bu 3 nəfəri qoydu kənara, onları zindandan çıxartdı eşiyə, bütün Hizb-i Tudənin dəftərlərini bağladı, 340 nəfər əslində bir dənə kudeta elədi və başladı müqəddəmat həmləni amadə eləməyə. Müqəddəmat Azərbaycanda soyqırımı. Niyə soyqırımı deyirəm? Bunu işarə edirəm və biriyə tərəf gedək. Soyqırımı آقای سرتیپ درخشانی ki dedik qabaqsan sərhəngi idi və Azərbaycanda ittifaqın müfid işləri də çox görmüşdü. Bunu da Savak öldürdü o şey zamanında, inqilaba yaxın zamanında ki, sən Amerikalılar istəsən yaxınlaşasan. Bu Sərtip Dərəxşan deyir ki, çox Azərbaycanlılar bizlə qəşəng bərxurd elədilər. Bizə məsələn imkanat, müsafirət verdilər. Hətta mən gecə getdim rəis məclisi şəbistəridə onun evində qaldım. Getməmişdən qabağa. O zaman ki da görmüşlər müqavimət eləyə bilmirlər. Çünki 4500 nəfər şahın burada nirusu var idi. Amma onlar yuxarı idilər, yəni fədailər Azərbaycanda, Azərbaycan ləşkəri ki, burada şəkil tapmışdı. Bunlar məsələn 26-27 min nəfər idilər demokratlar. Hətta 35 min nəfərəcən güzarış vardı burada.
Bu demokrat bir hərəkətin müqabilində, baxın Səfərxan Qəhrəmanyan səhifə 59 kitabında deyir ki, biz 17-18-i Azərki yetişdik Mərəddən, Miyanadan, Məradan, Sərabdan Təbrizə hərəkət eləmişdik, gəlmişdik. Bizə demişlər xərabkarlıq eləməyin, heç kəsin burnundan qan da gəlməyəcəkdir, dükanlar açıq qalacaq, çox münəzzəm gəlin. Hətta bura gələndən sonra, Təbrizə yetişəndən sonra deyilən Maralan ki, Təbrizin yaxınında da bir kənd idi. Gedin ora. Mən axşam gələcəm orada danışam ki, şəhəri bu cür deyir. Heç kəs şəhərə girməyəcək. Siz bu mədəni rəftarla ki, demokratlar şəkil verirlər, siz bu demokrat bir baxışla gəlin şahın rəftarı. Rəhmət o işğalgər ruslara. O hara bu ərtişi azadi bəxşi ki şah rejeci derdi 21 Azərdə Məmməd Rza Şah. Bu ərtişi azadi bəxşi ki öz millətini qırır. Yəni deyirlər Ərdəbilin yarı cəmiyyəti qaçmışdı dağlara, çöllərə. Yarı cəmiyyəti hər gecə, hətta neçə aylar ondan sonrayacaq 20 nəfər çıxardırdılar, tapırdılar. Aha sən də tərəfdar idin firqəni. Onları tirbaran edirdilər, öldürürdülər. Şah özü Fərdust idi, Rəzmari idi. Bunlarla minir bir dənə havapeymay tək motoriyə və gəlir bazdı eləsin ki, bunlar nəcüsünə qıra-qıra gəlirlər. Zəncandan nəcüsünə qırırlar gəlirlər. Miyaniyə tərəf nəcür yetişirlər. Və düzdür Cahanşahlı Azərbaycanda Quruh Zərbət Babəki cürləmişdi. Amma dediyimiz kimi onların havapeymalağı var idi. Sərnişin qabaqsa Moskvada təyin olmuşdu. Mən bu qətlama gərək müstənəd bir günlərimə işarə eləyəm. Çünki həmişə bunu müxtəlif bir mənbələrdən deyiblər. Deyiblər, ay yox, heç kəs ölməyibdi. Heç kəsin burnundan qan da gəlmiş. Şah gələndə o Kuruş kimində, Babildə hamı elə çıxdı qabağına, qurbanlıq kəsdilər. Nə etdilər? Qurbanlıq kəsdilər və hələ cavanlar ki tuturdular, onların başlarını kəsirdilər kamyonların qabağında. Richard Katem ki özü cüzü tərəfdaran bu həmləyə şah idi, ضد şوروی idi. O yazıbdı ki, 500 nəfər adam öldü. Nasyonalizm در ایران ترجمه فرشته صالح نشر گفتار 1371 صفحه 197-də o 500 nəfər deyib. Sonra yetişir Hüseyn Fərdustda ki, şahın yanında haman hava-peymada üstə baxırdı ki, öldürsün. Əlbəttə ərteş özü girmir şəhrə yetişəndə. Öz itlərin yolları. Yəni o xanların adamları, məllakların adamları ki, bunlar mənfəətləri, yerləri qəsb olmuşdu, tutulmuşdu, bölünmüşdü kəndlilərin arasında. Ya hətta ərteşilərdən, onlar ki, Türküzat başadılar, onları elə mərdumun paltarını giydirirlər, deyirlər ki, edin siz öldürün. Çünki biz istirik öldürək, amma biz öldürsək ərteşin adına yazılacaq. Siz öldürün ki, tarixdə bizim adımıza yazılmasın. Ona görə bəzən bu faslar deyərlər ki, məsələn şahın adamını öldürməyib ki, bu səltənət tələb faslar deyərlər. Deyərlər ki, bunları şah öldürməyib. Mərdum Təbriz özü hesablarına yetişdirə bilər. Yox, Mərdum Təbriz deyildilər. O əfsərlər idilər ki, Azərbaycanı türkü başladılar. Onları əvvəlcən paltar giydirirlər, göndərirlər şəhrin içərisinə. Bu bu da kitablarda müstənəd vardı. Fərdus deyir ki, o 3000 nəfər adam öldürübdü. Kamyonla şəhərə getdik, bütün cəmiyyət var idi, tüfəklər var idi, ərtəşin nəfinə təzahürat edirdilər, göy gülləsi atırdılar və onları evlərindən çıxardırdılar, edam edirdilər. Xiyaban kənarında çoxlu cəsədlər var idi. Mən fikirlərim 3000 nəfər öldürüblər. Bunu da Zuhur və Süqut Səltənəti Pəhləvi kitabında cildə əvvəldə səhifə 151-də yazıb. Ay Məsud Behnud ki, o da tarixi çevirənlərdəndir, bu Mu'təzidi Kəzzab kimin. Sənədsiz deyir ki, 2500 nəfər edam olunubdu, 7000 nəfər də elə belə ölübdü. Mən bilmirəm, elə belə nə cürsünü ölə bilər insan birdən-birə o günlərimə. Yəni Məsud Behnud özü etiraf edir 9500 nəfərə. 8000 nəfər zindana olub, 36000 nəfər təbid olub, 70000 nəfər də şurəviyə pənahənd olub. Yəni o zamanın cəmiyyətini hesablasaq, demək olar elə Azərbaycan yarısını ya qırıblar, ya aparıblar. Bunu da Seyyid Ziya Bəxtiyar kitabında Tehranda İntişarat-ı Cavidan 1369 səhifə 276-da mən səbt eləmişəm. O birisi moridi Xandəniha məcəlləsində səhifə şumarə 36 3 D 1325, yəni çox yaxındır. Bu 8000 nəfər yazıb. Əlbəttə bilirsiniz ki, bunlar sayılı az yazsınlar. Bu yəni onda kimləri öldürmüşük? Azərbaycanda yazsınlar ki, 40 min nəfər adam öldürmüşük. Yəni 40 min nəfər firqənin məsələn fədailəri var idi. Onda Azərbaycan cəmiyyətinə qədr idi.
Bu göstərir ki, hətta bunlar. Geçirik 4-cü mənbəyə. Xəlil Məlikçi 15.000 nəfər yazıbdı Xatirət Siyasi səhifə 376-da. 5-ci mənbə Mirqasım Çeşmazərdir. Bu 25.000 nəfər yazıbdı və Əbülhəsən Təfrişiyan 20.000 nəfər yazıbdı. Qiyam Əfsəranı Xurasani kitabında səhifə 109-da. Və 6-cı mənbə, axırıncı mənbədə Behruz Həqqinin kitabında ki, Mariya Marçaki nəql eləyibdir. Bu da bir mənbə müstəqil və xaricidir. Fədailəri 25.000 nəfər yazıb. Çox vaxt bizdən mənbə istəyirlər, istinadınız nə mənədir 25.000 nəfər. Bunu da Behruz Həqqi Ləhəzat-i Zindagi Səfər Qəhrəmaniyyan kitabında almanda çap olunduğunda 1372-də səhifə 115-də. Mən 3-cü bəxşə amadəyəm. Çok sağ olasınız. Vallahi yorumu yazsaydı ötürü yarım saat otağımızdan, yani yarım saat diyor 35 dakika otağımızdan kalır ama üçüncü bəxşimizi bəlkə çok yorulduz. Allah inşallah onu da bir Allah tavan versin ki onu da bitirək. Hər halda sual zat var ama düşünürəm ki eğer ay mühendis danışsalar bəlkə qısa bir 5 dəqiqəlik eləyə bilər ay mühendisdən də eşidək. Amma bizim əziz ustadımız da aşağıdadır. Mən əlbəttə dəvət eləmişəm hörmətli Cənab Yəhyaya, Döktür Yəhyaya. Vardılar, özünüz bilirsiniz, biləxərə o firqədən ittilatı çoxdur. 22 məqalə, 22 məqaləni də elə özləri yazıblar, yəni biz də otaqlarına qoymuşuq. Bəlkə də müsait dəllə üstə gəlirlər. Amma bilmirəm, ustadımızdan bu üstdən səslənirəm, nəinki üstdən bağışlayın, bu istəyicidən, yəni mən heç zaman sizlərin heç birinizin üstündə deyiləm, yəni həmişə şagirdizəm. Amma bilmirəm 21 Azərə biz neyniyəcəyik, otağımızı dostlardan istəyiblər. Amma bəlkə bir zaman ola böyüklərimiz bir yığışarlar. Yenə də ona bir ətraflı bu mövzuya toxunuq. Ay Raşidi, 5 dəqiqə deyəsiz sizə eşidək də. Çox qısa. Olar mı sizin bir söhbətləriniz mütmənnən vardı da? Mühəndis Raşidi, məni eşidirsiniz? Xanım Döktür Məhnaz, siz necə? Bir söhbətiniz vardı, danışacaqsınız. Ya mən geçək elə Döktür, bəlkə mən biraz saxlayıram ki, Döktür bir şey içərlər ki, sonra o birisi söhbətə başlar. Ay mühəndis Raşidi, eşitdiniz bizi? 5 dəqiqə Bəli, dedinizsə, 5 bəli, bəli, dəqiqəcə. Təşəkkür edirəm. Buyurun. bəli. Ərz olsun ki, o 5 dəqiqəni ilə mən söhbət edeyim. Əlbəttə bu amarlar ki verildi burada, nə qədər insanlar ölüblər, onun gözü ilə görənləri vardı. Mənim rəhmətli qaynanam təqribən 5 ay bundan qabaq rəhmətə getdi, 98 yaşında. O gözü ilə bu hadisəni görübdü ki, nə cür o Germidə, Germi məntəqə biz əsli Germili Ərdəbilin Muğam məntəqəsinə bağlı təqribən Germi məntəqəsində insanları elə həmin Ay Ağbayraq dediyi bu bəylərin ki yerini təqsim eləmişdilər və onları düşmən eləmişdilər, çoxları qaçmışdı Tehrana ki, mən hətta dərs oxuyanda Germidə onlara 21 Azərdə hər gün şah dərbarından təbrik gələrdi. Yəni 21 Azərdə onları o bəylərə təbrik gələrdi. Mən məsələn 8-9 oxuyanda. Onlara o qədər qüdrət vermişdilər ki, hər kəsi orada görürdülər ki, bir zaman məsələn əslən o fəaliyyət eləyən firqə üzvünün özü yox idi. Ona bağlı, məsələn onun dayısı, onun qardaşı, ya xeyr onun bacısı oğlu vardı, onları tutub öldürürdülər. Ata bağlayırdılar, öldürürdülər bəylər. Və indi fürsət yoxdur. Hətta mən onun səsini zəbt eləmişəm o zamanda. O zaman da onun səsini zəbt eləmişəm ki, o barədə danışırdı o zaman. Gözü ilə görmüş ki, dedi bir nəfər 16 yaşında, 16-17 yaşında bir oğlandı, onun dayısı quya firqə üzvüymüş. Dedi onu bağladılar, atın quyruğunu öldürdülər. Yəni bu qədər. Və ya xeyr Sümərin kəndində, Ərdəbilin yaxınlığında elə ona şahid olan vardı. Quya Ərteş gəlib ora, Ərteş deyib ki, Ərteşlə mübarizə edirmişlər və Səriyə xanım da Şahsevən qızı mübarizə edirmiş. Sonra oradakı bitədən mübarizə edirmişlər, deyiblər ki,
Ərteşin nirları gəlibdi Sümərin kəndinə, deyib ki, gəlin siz təslim olun, bizim sizinlə işimiz yoxdur. 17 nəfər bunları etimad eləyiblər. 17 nəfər gəliblər Sümerindən Ərdəbilə aparanda Ərdəbilin yolunda bunları öldürüblər gülləylə hamısını. Siz görün, indi gör faciə nə həddədir. Hələ başqa sənədlər daha çoxdur, amma daha mən onu burada bəyan eləmirəm ki, istəyirəm deyəm ki, o gözü ilə görülən hadisələr budur hələ. Görün, o zaman da elə o adamlar ki, bu işdə varmışlar, Ərdəbilə elə deyərmişlər, qətələ görərdin, tutub öldürərmişlər. Bir günah insanları ki, Ərteş tərəfindən onlar təqviyyət olarmış. Sağ olun. Çox yaşa say mühəndis. Mən Aydötür çox gözlədim ki, Aydötür Ağbayraqçı, Aydötür Ziya bir demişdim bəlkə 5 dəqiqə üçün bölüm məndən danışırdı. Bir 5 dəqiqəlik bir şeylər dedim Aydötür. Bunları məyər inci siz elə amma 5 dəqiqəlik danışır. Dedi eyb yoxdur gələrəm. Bəli, çünki mən gözlədim gəlməyələr. Amma yenə mənə dedi mən yazdım. Bilmirəm nə qədər. Fəqət mənə dedi ki, bunları yəni ittila ver Aydötür Rəhim Ağbayrağa, böyüklərimizə həmçinin. Ki, dedi Döktür Fərzanə Ay Məhəmməd Biriyaya görə çox mühüm bir məsələlər yazıbdı. Elə bir bunun bir dostu da vardı elə Parisdə ki, Döktür Rəzi Qərib Azər adında. Deyirdi ki, o bunların hamısı əlbəttə Allah rəhmətinə gediblər. Deyirdi o deyirdi ki, Stalin yəni bunu yollayır Ay Qərib Azəri ki, Biriyanı در واقع Biriyanı ora yollamış. İttifaqən deyirdi ki, çox məscidə zada gedən idi. Be xatir bu məscidə getməsinə görə bir miqdar bunu istəyirdilər öldürələr ya belə bir şeylər. Mən nəqli qol biraz yaxşı başarmıram, amma adları həddəqəl verirəm ki, birdən yəni dostlar da hala Döktür Ziyanla necə qarşılaşırlar ki, heç bəlkə otaqlarda özü açıqlarlar, əgər ki yox, özləri də axtara bilərlər bu adları. Dedi onları yollamışdı istixracı mədənə. Sonra dedi ki, Ay Biriyanın bir dənə oğlu vardı ki, oğlu da elə Parisdədir. Ay Yəhyaya elə bir bülür bu macəranı ehtimalən. Faiq Biriya. Dedi Darusazı oxuyubdu və Hindistanda bu Yuga dövrəsi gördü. Gəldi Parisdə də mədrəsəyi Yuga açdı. Xanımısı Fəransəlidir və bir dənə də elə bir oğlu vardı. Hər halda xanımısı indi oranı idarə eləyir. O mədrəsəyi Yuganı idarə eləyir. Bilmirəm, Ay Döktür Yəhyaya gələ bildilər üstə. Ay Döktür əgər Məhnaz xanım. Aha, bəli. Xoş gəlibsiniz. Selam aleyküm. Salam əleykum. Çok Xoş sağ gəlibsiniz. olun Cemiye Hanım. Deyək Çok ki, teşekkür zaman ederim. otağımız çox az qalıbdı da. Döktür Rəhimin də Yok gələ axır aslında sözlərini ben eşidək. çok faydalandım. Buyurun. Hem iki sokandan hem iki danışmendimiz, ustadımız çok şeyler, çok mətləblər buyurdular. Ben çok faydalandım. Vəli mən zənn edirəm ki, biri haqqında ayrı bir program, ayrı bir bərnamə düzənləməliyik. Bu bərnamə çox belə müfəssəldir onun. Həm yaşamı, həm o tərəfə geçişi və o Ay Döktür tərəfdə elə də indi bir yaya görə danışacaq yarım yox, saat. Baxın, bir a- bəlkə orada da danışacaqlar. bəli, əlan 3-cü bəxşimiz elə bir yaya təmizatı, yəni Aha. ibtidasında. Şey, Mən mövzula oxuram Ay Döktür. Cərganda olun, Ay Döktür də söhbət eləyəcəklər. Sizin də nəzəriniz olsa, bəlkə bir 5-3 dəqiqəlik də sizə yaşamı otaq üçün 34 dəqiqə, yəni təqribən bizim yarım saat otağımız qaldı. Amma hansı mövzular olacaqdı? Bir yanın haqqında danışılacaqdı. Onun bioqrafisinə ortaya qoyulacaqdı. Şairlikdən tutmuş mədəniyyət nazirliyinə qədər onun morində söhbət eləyəcək Ay Döktür. Bir də Məhəmməd Biriyanın Amerikaya olan həvəsi və Sovet İttifaqının tərəfindən onu qəzəbləndirməsinə görə. Bir də bir şey Ay Döktür, buna da bir işarə etsəm. Mən biraz bunu araşdıramadım. Gülüstan bağında İnqilab İslamidən sonra əlində kəşkül olan dərvişə görə bizlə bir şeylər paylaşacaq və axır mövzumuzdakı olacaq Təbrizə qurtuluş. Yəni o taytelimizdə var Rəstqaridər Təbrizə görə. Əgər aslında bu barədə bir şey diyeyim. Mesela zaten Bakıda da o kəşkülü heç əlindən bırakmadı. Amma Və bəs axır bir iş sözdə görək bu da, idi bir ki, iş görək Ay mən Döktür.
Bir ləhzə siz Mən maykınızı biraz söndürsəz, ay götürdən eşidək, sonra sizdən eşidək. Olarmı? baş, Ay baş. götür. Qurban Teşekkür sizə. ederim. Sağ Yaşayın. ol. Bütün Süxənranımız ay götürüm, Nəzmi vurmayaq Çox sağ bir-birinə. olun, çox sağ Buyurun ay olun. götür. Hatta Buyurun. eşidək onlardan da. Mən ayrı bilgi də olsa çox söyünürəm ki, eşidəm. Məhəmməd Biriya, əlbəttə Biriya təxəllüsü şeiridir. Bu əsl şöhrəti Baqirzadə Nuhudur, əsl adı. Atası Hacı Qulam idi, Nəccar idi və Biriyanın iki bacısı var idi, Məhbubə və Hüsniyyə. Özü 1914 miladda Təbrizdə anadan olubdu. 8 yaşacan Bakıya gedibdi, sonra orada Xurasana gedibdi. Anasının o riyələyinə görə ki, havası ondan tutmayıbdı, Tazaşdan gediblə Bakıya. Yəni bu çox Bakıda uşaqlığını keçirdibdi. Mən Biriyanın yaşamına baxanda əvvəldə də işarə elədim. Çün Biriyanın məğzi mütəfəkkiri bu cəryan bilirəm. Məsələn biz məğzi mütəfəkkiri, məşrutiyyət, inqilabın Əli Misyonu bilirik və onun o qeybi evi ki burada Təbrizdə Başmal Sarrahında içəridədir. Bunun da məğzi mütəfəkkirin Məhəmməd Biriya bilirəm. Bu çox düşüncəli bir insan idi və bunun 33 il bu mədənlərdə sürgün qalması ki, hətta bir xanımısına, uşağına ki, bu uşaqlıqda bu körpü uşaqdır da 5 aylıq, 4 aylıqda qoyub gedibdi. Bunlara hətta bir kağız da icazəsi yoxdur yollanan. Hər zaman bunun yanında bir casus vardı. KGB-nin casusları vardılar və bunun bütün yaşamı nisçildir. Cavanlığı nisçildi, evlənməsi nisçildi, ölməsi nisçildi. Yəni bir trajedidir. Biriya bizim demokrat firqəsinin cəryanlarında böyük bir trajedidir. Əcibdir ki, çox adam da bunun adını tanımır. 7 yaşından şeir başlayır deməyə. Nübuğ zatısı vardı. 10 yaşında bir nəfər kitabfuruş buna bir bahalı kitab satıb, lüğətnamə satıbdı, sözlük kitabı satıbdı. Onun əleyhinə bir kitab şeir deyir. Amma 1933 miladda bunun anası ölür. Atası götürür bu bacıları ilə həm Təbrizə qaytarır. Və 1934-dən ta 2 iləcən burada bələdiyyə, şəhərdarıda karmənd olur. Və bu irad tuturlar ki, orada bu şeir deyərdi, çalardı, oxuyardı, çalıb oxumazdı, şeir deyərdi. Faxır bir iş görərdi ittifaqən. 1938-də sərbazçılığı işi qurtulur, Rahəndə istihdam olur ta 1320-yəcən, yəni 1320 şəmsiyyəcən və o zamanacan ki, Təbriz işğal olur, ruslar gəlirlər, 40 min nəfər bunların ləşkərləri var, rusların bütün İranın şimalına tərəf gəlirlər. 1322-dən 1325-əcən Ədəbiyyat səhifəsi adında 2 səfərlik bir tərbiyyat xiyabanında çıxardı. Bunun bir həftəliyi var idi, qəzetəsi var idi ki, bunun şumarə 15-i də Kitabxanə Millidədir. Bunlar nəmən istəyirdilər? Əsli 90 və 93 qanun əsasını istəyirdilər. Yəni məşrutiyyət zamanındakı təsdiq olub əncümənhay vilayəti, o belə qan tökmüşük, o belə qanlar gedibdi. Əsas kilit bu idi. Yəni bunun üstündə zoom eləmişdilər. Azərbaycan Zəhmətkeşilər Təşkilatı ki 35 mindən Azərbaycanda kargər var idi, buna üzv olurlar. Və 1321-də bu Komitə İyaləti Azərbaycan 28 fərvərdində əslində. Bu Mərağədən məsələn Dadaşzadə var idi, Mərənddən Burhanı var idi, Uskuda 23 Xurdadda, Məməqanda, Astarada, Sərabda bunlar hamısı ki yığılırlar, bir təşkilat qurulur ki bunun sədri olur. Xəlil İnqilab Hizb Tudənin demək olar orqanı idi. Hizb Tudə İran hər yerində vardı. Kommunistlərinki idi, Şuravinin dəst nişanəsi idi və Xəlil İnqilab bunun başçısı idi. Bu pişəvərdən çox da himayət edirdi. Çoxlu söhbətlərində bundan himayət edirdi. O zaman ki gəldilər pişəvərinin türk olduğuna görə, bu türk dilinin üstündə təkid eləmək üçün əslən bir xibasətləri də vardı bunun əleyhinə. Bunun etibarnaməsini rədd elədilər, qoymadılar, rəyi də var idi məclisə girsin. Bu zaman bu istədi ki, abi süxənranlıq eləsin. Təbrizdə bu istədi ki, bir süxənranlıq eləsin İttihadiyyənin yerində və neçə min nəfər də kargər yığışmışdı. Şəhrbani məmurlar dedilər ki, gələcək tutaq biz. Xəlil İnqilabı Təbrizdə tutacaq. Və hamı ki yığışmışdı, məmurlar yetişdilər. Əhməd Bərazəndə çıxdı balkona danışsın Təbrizdə. Əhməd Bərazəndə bu mavini idi.
Danışa-danışa güllələdilər bunu, vurdular, öldürdülər. Və cəmaət qarışdı, vurdular məmurların əleyhinə. Neçə dənə də karger o günləri öldü. Xəlq inqilabı tutdular, Tehrana göndərdilər. Bir ya o zaman eləyə bildi. Gəlsin Xəlq inqilabın yerinə. Əslində bunun uzun dastanı vardı ha. Bunlar dəvət olurlar Bakıya, Mirzəli Şəbistəri ilə ki, onda Cəmiyyət Azərbaycan rəisi idi, hələ məclisin rəisi olmamışdı burada. Ya Səməd Vurğunla bunlar ba həm gedirlər, şeir deyirlər. Onda NKVD ki, NKVD bu təşkilat, gizlin təşkilat idi, kommunistlərin və çox məxuf bir sazman idi. Bunları fişara qoyur ki, gəl bizlə işləyəsiz. Və bunu qabiliyyətli bir adam görür ki, bu qəbul eləmir. Ömrünün axırınacan da, hətta o zaman ki də qurtulmuşdu hər zat. Buna dedilər ki, danış. Bu istənirdi ki, mən dinimi satmayacağam, gələm sizlərlə danışam. Özünə görə bir istiqlalı var idi və Şurayı İttihamiyyə Kargərin ki 170 min nəfər üzvü var idi. Bunlar böyük bir təşkilat idilər. Biz görürük ki, bunlar eləyə bilirlər bir seri bir sinfi işlər görsünlər. Qabaqcanda işarə elədim kibritsaziyə, məsələn, getsinlər, nəxlisiyə getsinlər. Elə ki, bunlar gəlsinlər, qərarda bağlasınlar, kargərin həqqlərini versinlər, güclənir. O güclə bunu bu ünvanı nümayəndə İranın sendikaları Urupiyə dəvət edirlər, İrəc İskəndəri ilə, İzzətullah Ətiqəti ilə gedirlər ora. Və o zaman ki gedir, o zamandır ki Pişəvərinin etibarnaməsi də rədd olubdu və 3 nəfər əsası adamlar Sadıq Padqandır, Məmməd Biriyadır, Mirzə Əli Şəbistəridir. Bunlar bəyaniyyə çıxardılar. Həman Şəhrivanın 12 bəyaniyəsi ki 31 nəfər də bunu imzalar. Bu ilk bəyaniyədir ki Azərbaycanın hökumətin در واقع istiqlalın eləyə bilir. O zaman qoruya bilsin bu firqənin در واقع. Amma şəxsi zindəcanına da biz baxanda bu çox məzhəbi bir adamdır, sadiq bir adamdır və o zaman ki hətta vəzir maarifdir, Tasuğa gecələr şəm yandır, məscidlərdə Təbrizdə şəm verir və bətər də Kəsrəvi ilə müxalifdir, onun əleyhinə çoxlu şeirlər də deyir. Bu gəlin baxın şeirlərin biri budur. Mən fitrətən mübariz dövran yaranmışam. Yoxsullara umid و نگهبان yaranmışam. Həqiqətin yolunda natiq Qur'an Əli kimi öz qanıma zəmanədə qəltan yaranmışam. Yəni natiq Qur'an özünü təvsif eləyir, Əli kimi məsələn qanına qəltan təvsif eləyir özün. Bu cür bir baxışı vardı. Danışgahı ki Təbrizdə təhsil eləyibdi, orada da ədəbiyyat deyir, türkü ədəbiyyat deyir. Hətta pişəvəri məsələn biz bayaq işarə elədik, şəriət dərsi deyir. Bakıda o zamanki cavanda 19 ta 24 yaşında o kənddə şəriət dərsi deyir. Bunlar nə cür kommunizm gətirirlər mütəradif با bidin و ضد خود ellər ki, mərdumi ki o zaman bətər dindarlığa etiqadları var idi, indi şayad o cürsün olmaya. Bəli o zaman şədidən məsələn məzhəbi idi camiə. O zaman da bu şəkildə bunları gözdən salsınlar. Və bu həman adamdır ki, Təbrizdə və Azərbaycanda bütün şəhərlərində mədrəsələri türk eləyir, dükanların adını türk eləyir, idarələrin dilin, hər nə mənada bu günlərimə bu məsələn pul olacaq türküdür. Bu günlərimə bu bir də form dolduracaq türküdür. Hamısını türk eləyir. Və Təbrizdə izdivac eləyir. O zaman xanım Həmidi Burhani ilə izdivac eləyir və bu toyun da xərci özününki yox idi. Murteza Xoy tacir idi də, məruf Təbrizin taciri Murteza Xoyli o bu pulu verir. 2000-ci bölümünə biz baxanda bu o zamandır ki 20 Azərdə Pişəvəri gedir 1325-də onun yerinə gəlir. Kuşlar ki başlayır, o soyqırım ki başlayır, bunun maşının gülləyə bağlayırlar. Biz burada bir zərrə qəranlıq vardı. Çox şeyləri bilmirik. Məsələn, ruznamələr yazırlar ki, bu ölübdü. Aya bunu əmdən yazırlar, hangi siyasətlə kim yazır? Və bu iştiba əlbəttə ona nicat verir. Çünki ruslar bunu oğurlurlar, aparırlar. Ruslar məzxanası var idi Təbrizdə, Şurəvinin bimarstanı. Orada gizlədirlər, saxlayırlar və bu nə qədər deyir, məni qurtarın, icazə vermirlər çıxsın. Tək o dərdi. Mir Qasım Çeşmazər vardı, Təbrizin radiosunun rəisi. 25 nəfər, 20 nəfər orada bunları gizlədirlər, saxlayırlar. Mr. Saten ki Təbrizdə konsul idi, bu gəlir bunun dalısıcan.
Məsələ budur ki, bu hardan bilir ki, ordadır? Əlbəttə orada bir Döktür Səmədov var idi, rusların casusi. Bunu sərir ki, yox burada deyil, bura gəlməyibdi, ölübdü, hər nə mənə bunu qeyd. Amma burada biz bir dənə məsələyə pey aparırıq. O da budur ki, ruslarla, şurovilərlə, amerikalıların arasında bu istir amerikalılara təmayül tapsın, çəkilsin onlara tərəf. Ruslar da bunu bülüblər. Çün bunun irtibatı var idi da. Bu mesela Amerikalılar buna peyam vermişler ki, indiki bu firqə gedir. Ki bizim pənahımızın altında ayrı bir firqə zürrət, ayrı bir şəkildə buranı idarə elə. Özlərini istəyirdilər bir dəstnişanlığı Azərbaycanda yaratsınlar. Ki kaş onu qəbul eləyəydi. Çünki Amerikalılar hətta çox ruslardan münsif idilər bu moriddə. Düzdür, sərsüpürdəlıq pisdir. Amma əgər adam başına da daş salacaq, uca yerdən bir başına daş salaydı kaş. Və bu Asif ki, mütərcim bu konsul idi, ondan da irtibatı vardı. Hətta iki dənə də ruznamenigarla irtibatı vardı. Elə bu bahis olur ki, bunu bir cəbiyə qoyurlar. Əlbəttə 2 ay saxlayırlar. Ondan sonra Dalı qapıdan, o məhsxananın Dalı qapısından gecə ilə bunu qoyurlar bir cəbiyə, çubuğu bir cəbiyə, taxtadan bir cəbiyə qoyurlar. Bunu da Molotov Vəzir Umur Xaricə dəstur vermiş, teleqraf vermişdi 16 İsfənd 1325-də. Bunların bir havaپیمaları var idi, Təbrizdən Tehrana gedib gələrdi. Bunu qoyurlar Cəbiyə. Havaپیما Tehrana getmir. Əvvəl gedib Bakıya, bunu qoyur ora, gedir Tehrana. Heç kəs də bilmir. Çünki onda o radarda da o şəkildə müşəxəs eləmirdi ya, nə işlər görmüşlər və hər hal bir casusi bir əməliyyatla ki, filmlərdə biz görürük. Bunu uğururlar ora çünki bu kilitdir, çox ittilaatı vardı. Eləyə bilər İran münasibətində çox böyük rollar oynasın, eləyə bilər ayəndi Azərbaycanda böyük pay olsun və bunu da qoymurlar və bunu təxti nəzər saxlayırlar. Əvvəldə düzdür, məsələn qonaqlıqlar verirlər. Amma bu özü deyir ki, Biriya deyir ki, hər gün görürdüm ki, Azərbaycan şimalı ilə cənubunun arasında bu divarlar ucalırlar da mənim elə bir əlim çatmayacaq. Öz otağına xanımısı ilə o neçə aylıq oğlunun əhsini yapışdırmışdı və da şeir demirdi. Hər kəs də soruşanda deyirdi ki, yox hələ da şeir demirəm. Amma bu işi qəvam başlarına bulan böh qoymuşdu ki, bəli məclisi 15-də nəfti verəcək sizə. 15-ci məclis olar. Bu da rədd olar. Bir vaxt görərlər ki, bu rədd oldu. Da Şuravi ot vursan deyər, elə bir ot vurmusan. Yəni da Şuravi bilmirdi neynəsin. Təkafüat düşür da, bir əliyağa düşür ki, neynəyə. Tazaşkan gətirir Bakıda Təbrizə bir radio zürür. Çeşmə Azəri gətirir ora, Biriya gətirir. Təhririyyəsinə məsul təbliğat edir. Cahanşahlı da ki, həmin indi durubdu bizim əleyhimizə hərdən danışır. Bu da onun müavini idi. O zaman bunun müavini idi. Amma məsələ buradadır ki, bir əcib şəkildə pişəvəri ölür. Pişəvərin ölməsi də yenə qaranlıq bir qismətlərdəndir. Bunun o ölməmişinə neçə gün qabaq bir ermənini gətirirlər, bunun şoförü eləyirlər və bunun şoförü ki, bir Zəncani bir erməni idi. Çox sürətlə elə vurur ki, bunun başından qan gəlir. Aparırlar bimaristana. Amma bunun qərdəşi ki, Bakıda döyütür idi, gəlir. Bu baxır deyir ki, bu qandan axı adam ölməz. Bimaristan quzarışında da yazıblar ki, bu qəlbi məsələn dayanıbdı. Vəli sonrakı quzarışlarda deyirlər, yox, bundan qan çox getmişdi ona görə. Bu özü də hələ bir uzun bir bəhsi var. Çünki xanımısına da demişdi ki, bunlar məni istəyirlər öldürsünlər. Mənim bu ranəndəm, yəni o ermənidən qabaq neçə seri məsələn saxladı və dedi ki, maşın qızdırıb, mən deyim hərəkət elə. Çölün arasında dayanma və məcbur oldu hərəkət elə. Gördüm ki, maşında müşkül yoxdur. Bunlar məni istəyirlər elə bir öldürsünlər. General Teymurov وزیر داخله سلیم آتاکشی معاون وزیر اطلاعات حسن حسنوف کمیته مرکزinin münşisi İbrahim Mirza müavin nəxust vəziri Azərbaycan. Vaxt o taydadır. Bu istir İrana getsin, istir qaçsın. Nə mənə nəxşəsi var, özü bilir. Dəfələrlə dedi ki, mən istirdim ki, qeydəm burada Tazaşdan bir yola salam, bir işləri görəm. O üçün mən bilirəm, o da budur ki, ehtimalı vardı ki, Amerikalılarla bir təvafuqu var idi bu moriddə. Bu Azərnəft xiyabanında Çekalo adında bir küçədə apartman vermişlər, orada qalırdı. Pişəvəri vurur, ölür. Pişəvəri ki, vurur, ölür, bu istir getsin. Həm şayət qorxubdu, həm şayət nəxşəsi vardı. Amma bunun sahibxanası اطلاعات məmurudur, sərhəng idi orada در واقع.
Bu xəbər verir ki, bu elə bir İran səfarəti ilə danışmağa gedir, gəlir, danışır edir və səriən bunu tuturlar. Əlbəttə bunlar gedirlər, bu adları ki saydım, bunlar gedirlər gecə ilə 28 desembr 1947 bunun evinə. Deyirlər getməyəcəksən, sən elə burada qalacaqsan. Amma bu ki ısrarı vardı getsin və bunlar bilirlər, bunu götürürlər, aparırlar, şikəncə edirlər, dişləri sınır və 10 il buna zindan verirlər, gedir Qəzzaqistana, Sibiriyə. Yəni bunu sürgün edirlər, elə bir yerə ki, əhli heç yerə çata bilməsin. Zaman keçir, Stalin ölür. Stalin bir dənə böyük qoxmalı bir mövcud idi də. Rəhmət burada Rza Şahın o qəsr zindanına, yəni çox abrumənd idi, çox fəcaib vardı bu zindanı qəsrdə. Amma da Rusiya ki o divar ahənin dibində doğudan qoxmalı idi. Stalin öləndən sonra o gürrari ki cəmi hamını edam eləmişdi, müxalifləri. Azərbaycan şimalinin özündə 20 min nəfərdən çox müxalifi terror eləmişdi. Gizlin terrorlar ha, nə bu ki çıxar dəstəyi ilə bura. Gedə-gedə xiyabanda elə daldan vurmuşdu. Bu o cür məxuf bir adam idi. Mən Stalini çox qorxunc bir adam. Onun bir kitabı da vardı, Zindagi naməsi. Onu oxusaz görə bilərsiniz. Vaxtı Stalin ölür, bəraət alırlar. Bu da 9 il zindan çəkibdi, bəraət alırlar. Kim buna bəraət alır və qeytərir, o da cəlbdir. Heydər Əliyev. Heydər Əliyev gedir bunu Rusiyanın ehtiramla gətirir. KGB məmuru, dəbir əvvəli Hizbi Komünist o zaman və Vilayə adında bir ayrı adam. Bu 2 nəfər bunu mindirirlər uçağa və gətirirlər Bakıya. Bu Tazaşdan gedir məsciddə namazını qılır, Tazaşdan getmək fikrindədir. Amma onlar qorxurlar bunu getməklə. Dəlilini də hələ də biz bilmirik, qətiyyətlə bilmirik. Fəqət həss vura bilirəm. O zamandır ki, çoxları da qeydillər. O zamandır ki, çoxları qeydillər. Birdən görürsünüz ki, sərmayələr də buradakı rubl almırlar. Səmavərdir. O Verşo Nikala deyirdilər. Onlara məsələn yavaşcana qızılda qatırlar, o bürüşə düzəltdirirlər ki, onların içində gəlsinlər. Sizin yadınızda şayət gəlməyib. Mən uşaq idim. Çox vaxt bunlar bətər yuxarı qiymət alardılar ki, bunların içində qızıl vardı. Düz də deyirdilər. Bunları ərisəydilər, qızıl çıxardı üçün sərmayələrini bu şəkildə gətirirdilər İrana və amma şahın adamları özləri çox necür deyim, yağı idilər, yol kəsən idilər. Bunlara aparırdılar, bir Mehran bağı var idi. Ora orduqah cürləmişdilər və dedilər etiraf elə ki, KGB ilə işləyirdin. Və bunlardan etiraf alırdı, icbari etiraflar alırdılar. 10 il, ta 15 ildə zindan verdilər. Bu səmavərləri zadə alırdılar bu yazıqların əllərində. Bunlar ki, bu ümidlə qeydiblər, demokratlar qaçmışdılar, minlər nəfər qaçmışdılar. Nə köhdə də orada yaşırdılar. Məsələn, bunları mindirdilər o heyvanat aparan trenlərə, qatarlara ki, yazıqların heç qona imkanları yox idi. Aparırlar bir soyuq yerdə bu cür qoyunlar saxlayan yerlərə məsələn o zaman suitlər cürləmişdilər də salırlar onlara. Bunlar müşkilləri budur ki, orada məsələn ot gərək keçməyə, çünki kibritlərinəcən yoxdur bunların. Və bir ciyirə verirlər ki, aram-aram bunlar elə orada aclıqdan ölürlər çoxu. Yəni noxuşlular ölürlər, şəhərə girə bilməzlər. Biz Azərbaycan ata-babalarımızın başına bunları gətiribdi Şurəvi. Bunları gətiribdi Rusiya. Bunları bülün. Bunları bülün və biz deyirəm tarixdən dərs alaq. Bu dəlillə görədir ki, heç xarici ölkəyə hər kəs olur olsun, gərək güvənməyək. Heç xarici ölkə öz milli mənfəətlərini, öz ölkəsinin mənfəətlərini qoyub bizim mənfəətlərimizə fikir edir, bizi satar. Bir qərardadla, bir mədənlə, bir nəftlə sata bilər. Millət əgər hər mütalibəsi olsa, hər istəyi olsa, gərək öz millətinə güvənə, öz millətinin üstün işləyə, öz millətin amuziş verə, pərvəriş verə, becərdə və öz millətinin ayağının üstündə dura. Ondadır ki, bəli, heç hökumət, heç xarici niru eləyə bilməz. İşğal eləyə, hakim ola və təhqir eləyə bunları. Bəd از اینکه bu Tazaşdan mühakimə olur, 10 il Tazaşdan buna zindan verirlər. Haman cürmlərə ki, sən məsələn Amerikalılarla irtibatı var idi və 1967-yəcən yazıq zindanda qalır bir ya. Və o zaman ki çıxır da onda çox qocalmışdı, yaşlanmışdı da. Səqqəlizadə ağ dərviş olmuşdu. Kəşkülünü götürürdü, dolanırdı və şeir deyirdi. Bunu düzdür çox ağırırdılar Bakıda, bunu tanırdılar, şair idi. Amma hətta bu gedir ki, Tazaşdan Moskvadan məsələn bir viza alsın da Bakıdan istəmir alsın 1969-da bir də məmurla dərgir olur. 2 il Tazaşdan salırlar biləsiniz zindana.
Cəmində 33 il bu zindanda qalır. Biz indi Mandela dünya tanır, böyük məsələn iş görübdü, 30 il qalıb, 27 il qalıb zindanda. Burada bizim Səfər xanımız vardı, burada bizim Məhəmməd Biryamız vardı. Çıxın bir xiyabanlarınızda, öz şəhərlərinizdə dolanın Azərbaycanda, görün iş bunların adını bilən var və bu bizim böyük bir zəifimizdir. İnqilab olur. İnqilab İslamı olur, fəza açılır və azadlıq layihəsi gəlir, yeli əsir burada. Və o zamandır ki, çoxları da qeyd edirlər. Bu 7 mehr 1359 hocam, o zaman ki də Rusiya nigaran dəydi bu gələ Şah hökuməti gedibdi, ittiliatı verər ki, Şaha biz Rusiyalılarla nə cür həmkarlığımız var idi. O zaman bunu buraxırlar ki, ged İrana. Sən də qocalmısan, 66 yaşın var, heç iş görə bilməsən. Əshab-ı Kəhf kimin elə bu qardan, çöldən çıxıbdı və gedir, gəlir, Gərgərdən keçir, Mərəddən keçir, Yamdan keçir, Sufyandan keçir. Amma hər zad əvəz olubdu. Nə arvaddan xəbər var, nə oğlandan xəbər var. Oğlan çıxıb gedibdi dünyanın o başında Fransada. Bəli, buyurdular. Faiq Biryadır bunun. Təvəllüdü 1946 miladıdır. İttifaqən 2 il bundan qabaq da 75 yaşında Fransada öldü bu. Bu 46 kişvərdə Faiq ha, bunun oğlu. Bir oğlan da elə atasının o nübuğundan aparmışdı da. İspaniyada, Brazildə, Arjentində, Japonda, Fransada, Rusiyada, Danmarkda. Yəni bunun minlər şagirdi, yugası var idi. Böyük bir ustad idi dünya səviyyəsində, amma heç kəs bilmirdi ki, bunun atası Təbrizdə vəziri fərhəng olubdu, şair idi və böyük insan idi. Faiq də bəli, orada o şəkildə ölübdü. Və nə gördü burada xanım qalıb, nə oğlan var, heç bunu sayan yoxdur, onların irtibat bilmir nə cürsinə qursun. O zamandır ki, Ayətullah Şəriət Mədarinin də bu xalqi müsəlman məsələsi vardı ki, girişir bu kanala. Yəni bir dənə də iştibah edir ki, bunu bahis olur ki, hətta namaz cümiyə də qoymurlar. O tondrolar qoymurlar. Yazıqlar bilmirlər ki, baba bu elə bu namaz qılmaq üstündə bunun dişlərini sındırıblar. 30 il, 33 il zindan çəkib də dəğəl qoyun burada Təbrizdə getsin namazını qılsın fərzən. Bu ifratlar qoymurlar bu işi görsün. Və bu çoxlar Gülüstan bağında dolan abidir. Mən bilmirəm ehsası uşaqlar ki duyğuludular bu sözü eşidirlər, hiss eləyə. Bu seyr bu Gülüstan bağına gedəndə bir gedin dolanın və bir kimin orada qədəm vurun, addım atın və baxın o çərxələyi ki cürləmişdi, ora baxırdı, nə ah çəkirdi və o zaman ki o Səttarxanın mücəssəməsinin Gülüstan bağında pərdə götürdülər, o zaman ki çəpik saldılar, bu şeir oxudu. Hesablayın bu nisçilləri, bu arzuları, bu xiyalları, xatirələri bu gətirirdi və adamın ürəyindən dərd gəlir. Düzdür, Təbrizdə sağ olsun ay Yəhya Şeyda rəhmətlik, ya ay Mollazadə sağ olsun. Bunlar bunun ürək sözü kitablarını ki qabaqcan 1327-də qədağan olmuşdu Bakıda, əlbəttə ay Məhəmməd Səid Urdubadı çap eləmişdi. Bunu Tazaşdan burada çap edirlər. Özdə çox da tutur. Neçə seridə burada çap olur. Amma 5 il sonra bu fot edir. Yəni İrana gedəndən sonra da 5 il sonra heç kəs də bu tanımırdı, heç kəs də bilmirdi bu qoca kişi ki, ağ səqqəli, əlində yaşıl dolanır, bu kimdir? Fəqət bir dənə ana dili məcəlləsi ki, o şəhri ben Almanda çıxırdı. Məqalə şumari 16-da yazdı ki, Biryanı öldürdülər. Fəqət bir kəlmə onu yazdı. Bunun qəbri Vadi Rəhmətdədir. Təbrizin Vadi Rəhmətindədir və bir şeiri bu Çeşmazəri vermişdi ki, vəsiyyət eləmişdi. Mən öləndən sonra bunu mənim qəbrimin üstünə yazın. Vurma əl türbətimə, türbət Adəm də mənəm. Nə o dünya, nə bu dünya, iki aləm də mənəm. Neylədim pey aparan olmadı bu varlığıma, eyş və işrətdə mənəm, mehnət və matəm də mənəm. Arama qəbrimi, axtarma mənim başdaşımı, rəsmdə Həzrəti Nuh, esmdə Xatəm də mənəm. Mən sözüm qurtuldu. Zamana da paybəndəm özünüz bilirsiniz və əgər sualı olsa ona cavab verəcəm, olmasa xudahafizçilik eləyəcəm fəqət. Çox yaşayasınız, ay doktor, yorulmayın. Otaq bəli, normalda qurtulub, mən də gələ sizin şeirdən sonra musiqini ümumən qoyardım 1 dəqiqəlik ki, otağımızda, amma bizim iki bu böyüyümüz də buradadır.
Bəlkə əgər 5 dəqiqə zamanınız da olsa, bunlardan da bir eşidək. Ay Döktür Yəhyayın. Amma otaq Cenay Döktür Yəhyayı ilə olacaqdı hələ-əlbət. Orada da bəlkə bir yaya görə Cenay Döktür Yəhyayıdan da eşidək. Böyüklərimizin o qədər danışmalı sözləri var ki, bir otaqda olmur. Biz neçə böyüyümüzü eşidək bəzən. Tulan olur otaqlar, incidirik biləxərə böyüklərimizi, sizləri. Ay Döktür Yəhyayı sizdən eşidək bir 2-3 dəqiqəlik. Sonra inşallah ayrı otaqda xidmətçisi olaq. Buyurun. Çok teşekkür ederim Kimya Hanım. Çok güzel sohbetler ben de işittim. Gerçi biraz da işin içinde garaj da vardı. Eybi yoktu, normaldi zaten herkes düşüncesini beyan edemeye hakkı vardı. Məşkuk bəzi söhbətlər olundu. O məşkuk söhbətlərin də xub cavab da lazımdı bunlara. Ağay Birya gözəl şairidir. Millətin şeirini, millətin ürəyinin sözünü rahatlıqla dilə gətirən bir şairidir. Çox gözəl bəyan edirdi dediklərini və düşünərək danışırdı. Düşünərək də şeirini deyirdi və millətin də ürəyində, qəlbində yer vardı. Amma böyük bir mütəfəkkir deyildi. Böyük bir siyaset adamı değildi. Hani Vəzir Fərhang idi, yaxşı işlər də gördü, yaxşı şeylər də deyirdi, həyəcana gətirirdi. Amma o şaxədən bu şaxəyə uçurdu. Sobat yox idi bu insanda. Mən bunu çox adamdan soruşdum. Hətta nə bilim, o tərəfdən də bəzi dostlardan soruşdum. Dedilər valla yaxşı insanıdır, amma sobatı yox idi. Hətta bir şeydə sizin xidmətinizə deyim ki, dedikləri kimi Heydər Əliyev bunu gətirdilər. Bakıda buna 3 otaq, bir salon verdilər. 3 otaq, bir salon, yəni yaxşı ev sayılır. Bakıda bir kişiyə 3 otaq, bir salon, həm də denizin ətrafındakı yanında belə. Amma qısa bir süre sonra onu da bıraktı. Yine geldi Məşid Qoşasında yatdı. Yani bunda sobat yok idi. Bak Azerbaycan Yazarlar Cemiyeti içerisine alındı ama orada da dayanmadı. Bunun tek hedefi buydu ki ben İran'a dönüm. Doktor Albayrak bir şey işareledi. O Bağı Mehran meselesi. Bağı Mehran meselesi hem Rusların gözünü korkutmuştu, hem diğer siyasetçilerin gözünü korkutmuştu. Çok rahat olmurdu ki rahatlığıyla bu tarafa gelsinler, ellerin kollarını sallayıp evlerine gitsinler. Elə olmurdu. Çok aziyet edirdiler. O Bağı Mehran özü bir hadisedir. Onun hakkında da bir bərnamə qabağa aparılmalıdır. Bəli, bu şairimiz hakkında Əsəd Seyf çok güzel bir makale yazıb. Əsəd Seyf deyir ki, benim bir dostum vardı, Quli Ərdəbili. Quli Ərdəbili e, Biriyə ilə zindandaymış. Ay Döktür, Deyir, mənim bir dənə bəli, pişnahadım vardı. Biləxərə hər halda sizlər mənim elə böyüyümsüz. Mən çün xeyr, bu otağın bir zadı var ki, biz gələcək saatda bağlayaq. Çün Ay Rəhmə var. Bayraqla elə bu cür aqa bağlı. Amma mənim bir pişnahadım vardı. Biz bu otağı sizcə hər zaman 21 məqaləni biz yarımçılıqda qalıbdı. Bəlkə elə 21 məqalənin bir qismətini elə bir yaya, bir də Ay Döktürün söhbətlərini ki eşidibsiz. Orada eləyə bilərsiniz, ay Ağbayrağın söhbətlərinin üstündə nəzərlərinizi də verəsiniz. Bəli, bəli. Ay Döktür Rəhmə Ağbayraqdan da istərəm ki, bir saat zamanın versinlər bizə. O otağı ki biz açdıq cələlər. Əlbəttə mən yenə daha tənzim eləməmiş danışıram. Böyüklərimiz yenə məni izad eləyə bilər, rədd verə bilərlər yəni. Belə düşünürəm ki, biz bunu saxlayaq bir ayrı cələsiyə ki, Var. siz məndən olarsa Ay Döktür Bəli, Rəhmə bəli, Ağbayraqda huzurları olar. Baş bəli. üstə, baş Ay üstə, Mən də çox səmimiyyətlə, sevirəm. Bəli. Çox sevirəm ki, səmimiyyət. eşidən və faydalanan. Bu günlərimə biz burada dedik ki, heç kəs məsun az xəta deyil, heç kəs nəzərləri cami və samit deyil. Burada da mənim də nəzərimdə səhvlər ola bilər. Şəxsən bu cür baxıram ki, birinin başmağı ilə neçə bir addım getməsək qəzavət eləyə bilmərik. Çünki bir ya illər boyu zindanlarda o çətinliklər çəkmişdi. Bu rəftarlar təbiidir. Ömrünün son dönəmlərinə görə qəzavətlər həmişə onun əsasında olub, çünki görənlər, ondan tanış olanlar o zamanı görüblər. Biz bir il zindanda qalanda nə cür çəkirik. Lakin Bəli, çox sevirəm ki, bu söhbətləri eşidən, bu nəqd də variddir, bu söhbətlər də vardılar, bu baxış da vardı.
من Baş icazə üstə, sağ buyursaz. ol. Yəni, bəli, sağ olun. Şeirlə Mən də Xanım Xudafizlər Qanbərzadə, eləyirəm. Sağ olun, hər şey gözəl olsun. Buyur ay mühendis, fermansız var idi. Ay, bəli. buyurun. Bir Xanım, dəqiqə. xanım Qanbərzadə, mən pişnihadım budur ki, bu məsələ, yəni bu demokrat məsələsi, Azərbaycanda demokrat firqəsi, pişəvəri mövzusu, 21 Azər, o bir il məsələsi çox həm cazibəlidir millətimizin tərəfindən, həm içində çox şeylər vardı ki, gərək bəyan ola. Mənim nəzərimə bir dənə bir otaq qoyulsun, bu otaqlardan əlavə ki, orada məsələn ay Lütfü Yəhyai olsun, ay Leysi olsun, ay Kənani olsun, ay Ağbayraq olsun. Bir تعداد bu adamlar ki, nisbətən təsəllütləri də vardı bu mövzuya, bu cərəyana. Və ailə böyüklərimiz də ki, ola bilər yenə də siz məndən bəlkə yaxşı tanıyırsınız ki, bu mövzuyla irtibatda bilgiləri daha çoxdur. O otaqda elə bu möhtərəm insanlar, bu bilgin insanlar gəlsinlər növbətlə bu məsələ haqqında söhbətlərini eləsinlər və bu cərəyanı açıqlasınlar. O Tamam. 1324-25-ci ildə düşən ittifaqları. Ona görə daha yaxşı ola bilər mənim nəzərimə. Çünki bu bəli, bu Böyüklərimiz elə istəyicidə olarlar və söhbətdə bir-birlərinin söhbətlərini də, nəzərlərini də elə bu behtarini o tərvaqat otaqdır ki, elə böyüklər olarlar, fikirlərini paylaşarlar. Məncə yaxşı olar. Pəs əgər icazə versəz, mən əgər ay Kənanı çox sizdən üzr istəyirəm. Çox sevinərəm sizi eşidəm. Amma bir bərnaməni bir müqərrərat tərifləmişik, xüsusən ay Döktür Rəhim Ağbayrağın bir bərnamələrini biz istəmirik vuraq bir-birinə. Əgər icazə versəz, bir dəqiqəlik musiqi ilə mən hamımızdan xudahafizləşim. Otağı vurmağına ay mühəndis, mən hamımıza xəbər Xanım, vereyim. Ay Gülür, ay bəli, Döktür. Axır söhbəti mən musiqini. Məndən bəli. Ay xudahafiz, ay mühəndislə Döktürün səsi ilə musiqini çox eşidəcək. sağ Buyurun ay olun. Döktür. Ay mühəndisə də mən qatılıram. Bu çox zəruri, vacib bir təcrübələrdəndir ki, bizim millətimizin vardı və bu görə ətraflı danışaq, fəqət bir baxış və bir yorumla olmaya və bu təzarübə ara ola ki, ta həqiqət daha üzə çıxsın. Bir yanın şeiri ilə mən də sözlərimi qurtarıram. Yaxşı gecəz olsun. Deyir, mən ölsəm bax bu oğraqa, təhəssürlə məni yad et. Tüpür çərxi cəfakarə, müəzzəb ruhumu şad et.